Bizim nəvəmiz yoxa çıxıb. Onu tapmaqda bizə kömək elə. Qocanın səsi titrədi. Əlindəki sudan bir qurtum içib, stəkanı masanın üstünə qoydu. Neçə gün əvvəl itib, polisə müraciət etmisiniz? Sırağa gün, axşam saat 8-də müəllim yanına hazırlığa getdiyi məşğələdən çıxıb, ancaq evə qayıtmayıb. Polisə ərizə vermişik, axtarışlar gedir. Belə başa düşdüm ki, siz məsələni paralel olaraq araşdırmamı istəyirsiniz? Qoca susurdu. Nəhayət zənnimcə onun üçün ən çətin olan mövzunun üstünə gəldi. Bəli, ancaq bilmək istədiyim, bu bizə neçəyə başa gələcək? İndi də mən fikrə getdim. Əslində belə işlərdə qonorar araşdırmalara sərf olunacaq əlavə xərclər də daxil olmaqla müəyyənləşdirilirdi. Axtarışlarınsa nə qədər davam edəcəyi və haralara gedib çıxacağı məlum deyildi. Nəticənin olub-olmayacağı da. Ancaq qarşımda oturan, içəriyə girdikləri andan, tərəddüdlü davranışlarından və geyimlərindən imkansız olmaları hiss edilən bu iki təqaüdçü ahıl, insana nə deyəydim? Bu barədə danışarıq. Zəhmət olmasa əvvəlcə mənə məsələ barədə bir qədər ətraflı məlumat verin, deyib gülümsədim. Onları incitmək istəmirdim. Bu dəfə bayaqdan susub söhbətə müdaxilə etməyən nənə dilləndi. Bilirsən oğul, Nərmin nəvəmiz bizim həyatda tək sevincimizdir. Gəlinin uşağı olmurdu. Neçə illər nəvə həsrətində qalırdıq. Uzun-uzadı müalicədən sonra Nərmin dünyaya gəldi. Oğlumuz həyat yoldaşı ilə avtomobil qəzasında həlak olanda 4 yaşı var idi. Onu biz böyüdüb, tərbiyə vermişik. İndiyə qədər də heç vaxt icazəsiz evdən çıxmayıb. Getdiyi yerdən də yarım saat belə gec qayıtmayıb. Ona görə də indi belə yoxa çıxmağında mütləq başında bir iş olduğuna əminik. Hətta dərsdən sonra evə azca da olsa gec gələrsə, mütləq zəng vurub, bizi xəbərdar edib, baba davam etdi. Həmin gün 1 saat gözlədik ki, bəlkə nəysə xəbər çıxar. Cib telefonuna zəng çatmırdı. Ancaq görəndə ki, gəlmədi, əvvəlcə müəllimin evinə getdik. Yox idi, həmişəki qaydada məşğələdən çıxmışdı. Bundan sonra polis bölməsinə gedib ərizə yazdıq. Məsələni araşdıran polis kapitanı Qasımlının tövsiyəsi ilə evə dönüb gözləməyə başladıq. Bir neçə saat sonra isə o evimizə gəlib Nərminin fotoşəklini istədi və bizi bəzi şeyləri dəqiqləşdirib axtarışlara başladığını əmin etdi. İnsafən dəfələrlə bizimlə əlaqə saxlayıb və əlindən gələni edir. Ancaq hələ ki bir nəticə yoxdur. Biz bu yaxınlarda yaşayırıq. Buranın dedektiv agentliyi olduğunu bilirdik. Ona görə də qərara aldıq ki, müraciət edək. Bəlkə sizin bizə bir köməyiniz də idi. Nərminin şəklini də gətirmişik. Baba pencəyinin iç cibindən çıxardığı şəkili mənə uzatdı. Qızın başında bir iş olduğu aydın idi, ancaq nə? Şəkildən mənə gülərüz, 17 yaşlı bir qız baxırdı. Qara uzun saçları səliqə ilə yığılmış, qara gözlərində məsumluq yağan bu qız kimə nə edə bilərdi ki? Çox güman ki, burada başqa bir məsələ var idi. Hələlik nəsə demək çətin idi. Bəlkə Nərminin sevdiyi və ya görüşdüyü biri var imiş. Bu ehtimalları artıq bölmə əməkdaşları araşdırıblar. Ən yaxın rəfiqəsi Nazan nəvəmizin heç bir oğlan yaşıdı ilə ünsiyyəti olmadığını, bütün fikrini dərsinə və qarşıdakı imtahanlarına yönəltdiyini deyib. Cib telefonunda da ancaq mənim və bir neçə qız rəfiqəsinin nömrələri olub. O qızların da çoxu sinif yoldaşlarıdır və dərsdən sonra hərəsi öz evinə yollanıb. Heç biri ilə telefon danışığı olmayıb. Baba yenə cavab verdi. Bəs onunla hazırlığa gedən uşaqlar? Nərmindən başqa məşğələdə 2 şagird olub. Bir oğlan və bir qız. Elə telefondakı nömrələrdən biri də qızındır. Onlar başqa məktəbdə oxuyurlar. Çıxandan sonra da yolları ayrı olduğu üçün müxtəlif istiqamətlərə gediblər. Həmin gün ya əvvəlki günlər Nərminin əhvalında bir dəyişiklik hiss etməmişdiniz ki? Xeyr, elə həmişəki kimi deyib gülür, dərslərini hazırlayır, tez-tez təhsili ilə bağlı gələcək planlarından danışır. Bu ən çox sevdiyi mövzu idi. Yaxın qohumlardan ya tanışlardan elçi düşən və ya bu barədə nəsə eşitdirən olmayıb ki?
Qızın qaçırılması ehtimalı da mümkün idi. Xeyr, elə bir eyham da vuran olmayıb. Bu yaşlı adamları sonradan tez-tez narahat etməmək üçün mənə vacib olan bütün sualları verməyə çalışırdım. Nərminin telefonu hansı markadan idi? Samsung. Axırıncı dəfə evdən çıxanda əynində nə var idi? Boz rəngli cins şalvar, ağ kofta, həmin rəngdə nazik gödəkçə və ağ idman ayaqqabısı. Hə, bir də içində dəftər kitabı olan əl çantası. Bu dəfə nənə cavab verdi. Görünür, polis əməkdaşları artıq bu detalları dəqiqləşdirdikləri üçün nənə sualıma belə tez cavab verdi. Məşğələ keçən müəllim nə bildirib? O da eyni uşaqların dediyini deyir. Nərmin uşaqlarla birlikdə çıxıb və evə yollanıb. Nərminin evdən məşğələ keçirdiyi ünvana qədər getdiyi yolu mənə göstərə bilərsiniz? Bəli, ilk günlər onu elə mən özüm aparırdım. Sonra xəstələndiyim üçün bir neçə gün tək getdi. Sağalandan sonra isə onu ötürməyə ehtiyac olmadığını dedi. Mən də razılaşdım. Ümumiyyətlə bizə çox əziyyət verməyi xoşlamayıb heç. Müəllimin evi də elə uzaqda deyil. Kəsə gedəndə 20-25 dəqiqəlik yoldur. Elə piyada da gedib gəlirdi. Elədirsə, onda vaxt itirməyək. Mən həmin yolu əvvəldən axıra qədər görmək istəyirəm. Ayağa qalxdıq. Ofisin qapısına çatanda baba dayandı. Üzünü mənə tutub, ay oğul, axı heç demədin, bu işin zəhmət haqqı nə qədər olacaq, dedi. Sonra, indi isə tələsmək lazımdır. O barədə narahat olmayın. Xəsiyyətimi bildiyim üçün onsuz da bu kasıb insanlara yox deməyəcəyimi bilirdim. Mən hələ də detektiv roluna tam uyğunlaşa bilmir. Sanki yeni əməliyyat tapşırığı almış polis əməkdaşı kimi hadisənin baş vermə yeri olduğunu ehtimal etdiyim, Nərminin keçdiyi küçələri görməyə tələsir, işin qanararı məni bir o qədər də maraqlandırmırdı. Ofisin qarşısında əl edib saxladığım taksi 10 dəqiqədən sonra bizi babanın dediyi ünvana çatdırdı. Yolda babanın adının Səməd olduğunu öyrəndim. Nənənin evə qalxıb gözləməsini tapşıran Səməd kişi, bu tərəfə gedəcəyik, deyib yaşadığı binadan bir qədər aralıda yerləşən 1 və 2 mərtəbəli həyət evlərinin arası ilə keçib gedən yola tərəf işarə etdi. Yaxın gələcəkdə söküntüsü nəzərdə tutulan bu məhəllənin küçələri nabələd adamlar üçün az qala labirintə çevrilir, tanıyanlar isə yollarını qısaltmaq üçün bu küçələrdən daha çox istifadə edirdilər. Bu yaşayış sahəsi hələ çox əvvəllərdən el arasında Kubinka adlanmaqla adı gələndə kimlər üçün isə doğma, kimlər üçünsə təlaş doğuran bir ərazi idi. Hələ Sovet dövründə hər şeyin defisit olduğu vaxtlarda Kubinkada həmin dövr üçün çox dəbdə olan dublonka, layka, plaşdan tutmuş hər marka xarici siqaretəcən tapmaq olurdu. Sovet millisi bu hallarla nə qədər mübarizə aparsa da, müxtəlif gizli kanallarla ölkəyə gələn və ya gizli emalatxanalarda hazırlanan yüksək keyfiyyətli malların pərakəndə satış bazarı olan Kubinkada alverin qarşısını ala bilməmişdi. İndi fərdi biznes fəaliyyəti hesab olunan bu iş o vaxtlar mötəbərlik adlanaraq buna görə cinayət məsuliyyəti nəzərdə tutulurdu. Neçə Kubinka sakinini tutaraq azadlıqdan məhrum edilsə də, digərləri, lap elə tutulanların özləri də azadlığa çıxandan sonra bu gəlirli fəaliyyətdən əl çəkmirdilər. Təbii ki, bu qədər insanın alış-veriş üçün axışdığı bu ərazidə narkotik vasitə alverçiləri də kənarda qalmayıb öz gizli bizneslərini qurmuşdular. Bu alverçilər arasındakı razılaşmaya əsasən narkotik vasitələri həftənin günləri üzrə aparılmış bölgə əsasında növbə ilə satır. Konkret gündə gələn bütün alıcılar həmin gün satmaq növbəsi olan barıqa adlanan narkotik satanın ünvanına yönəldilirdi. Məşhur Qara Volqa əsərindəki Volqanın sürücüsü Arif, cinayətkar dəstənin üzvü Zerkala Klara da Kubinkada yaşayıblar. Hətta kifayət qədər peşəkar və sərt fəaliyyət göstərən Sovet millisinin nümayəndələri belə, zəruriyyət olmazsa, hava qaralandan sonra buralarda çox görünməməyə üstünlük verirdilər. Və böyük ehtimalla
Məşğələdən çıxan Nərmin də əgər evə gələrkən yolunu dəyişməmişdirsə, bu küçələrdən birində yoxa çıxmışdı. Hansı küçədə, hansı səbəbdən bunu aydınlaşdırmaq artıq mənim üzərimə düşürdü. Səməd kişi asta addımlarla yeriyirdi. Yanaşı gedərək hər tini, hər döncəni və hər dalanı yadda saxlamağa çalışırdım. Sökülməsi nəzərdə tutulduğundan bu ərazidə video müşahidə kameraları cəmi bir neçə yerdə quraşdırılmışdı. Onlar da ərazinin nisbətən enli və maşınların hərəkətinin daha intensiv olduğu küçələrdə. Kubinka şəhərin mərkəzində böyük bir ərazini əhatə etdiyi üçün köhnə asfalt döşəməsi dağılıb getmiş yolları hər tərəfdən nəqliyyatın sıx olduğu geniş küçələrə birləşirdi. Yəqin ki, buradakı kameraların yaddaşındakı görüntüləri polis əməkdaşları nəzərdən keçirmiş və ola bilər ki, bəzi maraqlı məqamlar əldə etmişdilər. İşi aparan əməliyyatçı ilə mütləq görüşməli idim. 28 dəqiqədən sonra müəllimin evinin qarşısına çatdıq. Bax, bu qapıdır, deyib Səməd kişi nəfəsini dərdi. Həyətin giriş qapısı küçədəki o biri qapılar kimi birbaşa səkiyə açılan iki laylı taxta qapı idi. Adətən belə qapıların bir layı həmişə bağlı olur, digər layı isə giriş-çıxış üçün istifadə edilirdi. Həyata hansısa böyük əşya gətirilərsə və ya əksinə həyətdən çıxarmaq lazım olarsa, o zaman qapının ikinci layı açılar, sonra yenə ehtiyac olmadığından bağlı saxlanılardı. Müəllimi görmək istəyirsinizmi? Səməd kişi soruşdu. Xeyr, hələ ki buna ehtiyac yoxdur. Mümkünsə geri qayıdaq. Nərminin otağına baxmaq istəyirəm. Gedək. Nərminin adını eşidən Səməd kişi dərin bir ah çəkdi. 3 otaqlı, çoxdan təmir olunmayan evin qapısından içəri keçəndə təzə dəm çayının ətri burnuma vurdu. Səməd kişi məni otağa ötürüb oturmağa yer göstərdi. Sonra həyat yoldaşına səsləndi. Bizə bir çay ver, ay Səlminaz. 5 dəqiqəyə gətirirəm. Çayını qaynadıb soyumaması üçün vankodda sobanın üstündə saxlamışdım. Elə pəncərədən gəldiyinizi görüb çayı tez dəmlədim. İndicə dəm alar. Otağı gözdən keçirdim. Köhnə mebel, masa, 4 stul, televizor, bir də nimdaş bir divandan başqa heç nə yox idi. Divardan cavan bir ailənin çoxdan çəkilmiş, palıdı rəngli çərçivədə şəkli asılmışdı. Yəqin ki, şəkildəkilər Nərminin valideynləri, ananın qucağındakı təxminən 2 yaşlı qız uşağı isə Nərmin idi. Səlminaz nənə gətirdiyi çayları masanın üstünə qoyub, özü mənimlə üzbəüz stolda oturdu. Bəxtiyar müəllim Nərminin otağına baxacaq. Səməd kişi hər ehtimala qarşı həyat yoldaşını xəbərdar etdi. Nənə baxışları ilə onu sakitləşdirdi. Uzun illər bir yerdə yaşamış bu ahıl cütlük bir-birini necə də yaxşı başa düşürdülər. Onlara lap həsəd apardım. Əlbəttə, Nərmin cavan qız idi və ola bilərdi ki, o öz otağında hər hansı intim əşyasını göz qabağında qoymuş olardı. Ancaq Nərmin itəndən, bəlkə də 100 dəfə onun otağına girmiş nənə otaqda hər şeyin yerli yerində olduğunu bilirdi. Artıq çayları içmişdik və ayağa qalxıb Nərminin otağına keçdik. Bu otaqda kiçik bir iş masası, stul, çarpayı, kitab və paltar dolabı var idi. Evin arxa tərəfinə baxan pəncərənin pərdəsi nəfəslik olan tərəfdən yarıya qədər çəkilmiş, nəfəslik isə otağa hava gəlməsi üçün azca aralı saxlanılmışdı. İş masasının kənarında səliqə ilə Nərminin bir neçə kitabı qoyulmuşdu. Kitab dolabını açdım. Burada rəflərdə səliqə ilə yığılmış kitab və dəftərlərdən başqa heç bir şey yox idi. Hələ ki nə axtardığımı özüm də bilmirdim. Ancaq cinayətlərin araşdırılması zamanı ən əhəmiyyətsiz bir detalın gələcəkdə ən həlledici sübuta çevrilə biləcəyi və ya elə birbaşa cinayətin açılmasına gətirib çıxaracağı dəfələrlə sınaqdan çıxdığından qızın otağına baxmağım vacib şərt idi. Xidmətə yeni başladığım gənc yaşlarımda bəzən əməliyyatçının otaqdan çıxmadan bir gün ərzində cinayəti açdığını görəndə təəccübdən nə edəcəyimi bilmir. Bəzən də elə həmin əməliyyatçının hadisə yerində düz üstə, əlində zərəfin az qala yerə uzanaraq nə isə axtardığına heyrətlənirdim.
Ancaq hadisə yerində tapılmış bir insan tükü ilə ölüm işinin açılmasının şahidi olanda hər cinayətin spesifik araşdırma üsulu olduğunu anladım. Ancaq hələ ki Nərminin otağında diqqətimi cəlb edən heç nə aşkar edə bilmirdim. İş masasının üstündəki kitabları vərəqləməyə başladım. Nərmin hansı ixtisası seçib? Ədəbiyyatı çox sevir. Ona görə də ədəbiyyatçı olmağa qərar verib. Səlminaz nənə Nərminin adı çəkilən kimi, eynən Səməd kişi kimi ah çəkdi. Görürsən bu qocaları sevindirə biləcəkdimmi? Fikirləşib masa üzərindəki sonuncu kitabı götürdüm. Kitabın altında 2 kağız qoyulmuşdu. Vərəqləmədən kitabı kənara qoyub kağızları götürdüm. Üstündəki kağız sağlamlıq haqqında, ondan sonrakı isə yaşayış yerində arayışlar idi. Arayışların tarixi bir həftə əvvələ təsadüf edirdi. Onları əvvəlki yerinə qoyub paltar dolabını açmağı xahiş etdim. Dolabı açan Sərminaz nənə kənara çəkilib mənə yol verdi. Yaxınlaşıb toxunmadan paltarlara baxdım. İnsanın geyim tərzi onun haqqında çox məlumat verir. Nərminin geyimləri hamısı səliqə ilə asılqandan asılmış, onların arasında açıq saçıqlığı ilə seçilən yox idi. Adi ev qızının geyimləri idi və salam. Gedə bilərik. Otaqdan çıxanda bir stəkanda çay içməyi təklif edən qocalara təşəkkür edib sağollaşdım. Polis bölməsinə gedib kapitan Qasımlı ilə görüşməli idim. Bölməyə getmək üçün yolumu bir qədər uzadıb, bayaq Səməd kişi ilə getdiyim yolla gəldim. Bu dəfə ətrafı öyrənməklə yanaşı həm də addımlarımı sayırdım. Müəllimin evinə qədər olan məsafə 2000 addımdan bir qədər çox idi. Bu da təxminən 1700-1800 metr məsafə edirdi. Bu yoldakı video müşahidə kameraları isə bir-birindən təxminən 500 metr məsafədə quraşdırılmışdı. Əgər məşğələdən çıxandan sonra Nərmin evə bu yol ilə getmişdisə, təxminən 3-4 dəqiqə sonra ikinci kameranın əhatə dairəsində görülməli idi. Bayaq yerişimi Səməd babanın addımlarına uyğunlaşdırmalı idim. İndi isə vaxtı təkrar ölçərkən həmin məsafəni 21 dəqiqəyə qət etdim. Bunları dəqiqləşdirib polis bölməsinə üz tutdum. Kapitan Rəşad Qasımlı yorğun görünsə də məni gülərüz qarşıladı. Qocalar Nərminin axtarışı üçün dediktiv agentliyinə də müraciət etdiklərini ona bildirdim. Buyurun, səhv etmirəmsə Bəxtiyar müəllimsiniz? Səhv etmirsiniz, deyə həmin tonda ona cavab verdim. Polis ümumiyyətlə nadir hallarda səhvə yol verir. Zarafatım Qasımlının xoşuna gəldi. Hiss olunur ki, uzun müddət polis sıralarında xidmət etmisiniz. Buyurun, əyləşin. Deyib təxminən 29-30 yaşlarında olan idmançı cüssəli əməliyyatçı yenə də gülümsədi. Sağ olun, deyib ondan sağ tərəfdəki boş stulda əyləşdim. Bəli, düz 18 ildir. Onda bizim söhbətimiz tutacaq. Ümidvaram ki, səylərimiz nəticə verəcək və Nərmini tezliklə tapa biləcək. Bugünə olan vəziyyət necədir, deyib mətləbə keçdim. Təəssüf ki, elə də çox şeyi dəqiqləşdirə bilməmişik. Təxminən saat 19:52-də Nərmin müəllimin evindən çıxıb, uşaqlarla sağollaşıb və Kubinkanın arı yolları ilə evə yollanıb. Yəqin ki, əraziyə baxmısınız. Yol boyu 3 video nəzarət kamerası var. Müəllimin evindən gedəndə birinci kameranın əhatə dairəsinə daxil olan Nərmin təxminən 50 metrdə gedəndən sonra birdən dayanaraq gödəkçəsinin cibindən telefonunu çıxardıb baxır. Yenidən cibinə qaytarıb, sonra tələsik geri qayıdır. Kameranın əhatə dairəsindən çıxır və bundan sonra da onu görən olmayıb. Maraqlı burasıdır ki, qayıtdığı yola birləşən bütün istiqamətdə olan mərkəzi küçələrdəki kameraların görüntülərində Nərmini aşkar etmək mümkün olmayıb. Qeydə alındığı kamera isə yolun cəmi 300 metr məsafəsini tutur. Sonra yol sola meyl etdiyi üçün görüntü məhdudlaşır. Həmin döngədən müəllimin evinədək olan məsafə isə 400 metrdir. Bax, nə baş veribsə də orada baş verib. Bəs telefonuna gələn zənglər? Yoxlamışıq. Həmin gün günortadan sonra telefonundan heç kimi yığmayıb və ona da zəng edən olmayıb. Yalnız evə gəlmədiyini görən babasının zənglərindən başqa. Bu zənglər zamanı da Nərminin telefonu bağlı olduğu üçün ona zəng çatmayıb.
Maraqlıdır. Əgər zəng gəlməyibsə, Nərmin qayıtmazdan əvvəl qəfildən telefonu çıxarıb niyə baxsın? Bəlkə nəsə yadına düşüb və saata baxıb? Yox, yenə düz gəlmir. Bağlı telefonda saatın siferblatı da görünmür. Ekran tamamən sönür. Onda bəs nə? Bu halda haradasa müəllimin evi ilə birinci kameranın arasındakı məsafədə şahidləri müəyyənləşdirmək, axtarışlara oradan davam etmək lazımdır. Məsələ burasındadır ki, bütün zəruri tədbirləri həyata keçirmişik. Heç kim heç nə görməyib, ya da görübsə də demək istəmir. İstənilən halda o ərazidəki axtarışlarımız heç bir nəticə verməyib. Hər halda bir ipucu olmalıdır. Fikrinizcə, müəllim nəyisə bilib gizlətmir ki? Axı Nərmin müəllimin evindən başqa o istiqamətə hara qayıda bilərdi? Görüntülərin təhlilindən sonra mən də bu qənaətə gəldim. Ancaq həmin vaxt artıq müəllim haqqında lazımi məlumatı toplamışdım. İsmiyev Tahir Səfixanoğlu. Qocaman təhsil işçisidir, təqaüddədir. Bütün onun tanıyanlar barəsində yalnız yaxşı sözlər deyirlər. Bununla belə müəllimi polis bölməsinə dəvət edib 2 dəfə sorğu-sual etdim. Əvvəlki izahatına heç nə əlavə etmədi. Məşğələdən çıxandan sonra görməmişəm. Vəssalam. Özü də Tahir müəllim çox sakit insandır. Nərminə görə də çox həyəcan keçirir. Fikirləşirəm ki, o həqiqəti deyir. Belə işlər. Əlimi çənəmə söykəyib fikrə getdim. Daha Qasımlıya veriləcək bir sualım qalmamışdı. Təklif edirəm ki, yeni nə isə öyrənərəksə bir-birimizi məlumatlandıraq. Vizit kartımı Rəşada uzatdım. Qalxdığımı görən Rəşad, mütləq, bu da mənim vizit kartım, deyib əlini mənə uzatdı. Sol əli ilə uzatdığı kartı alaraq sağ əlini sıxıb otaqdan çıxdı. Gənc olsa da Rəşad Qasımlının yaxşı əməliyyatçı olduğu hiss olunurdu. Özünü şux tutmasına baxmayaraq, qızarmış şişkin gözlərindən bu gecə cəmi bir neçə saat yatması aşkar görünürdü. Polis peşəsi dünyada ən çətin, təhlükəli və idealist məşğuliyyətdir. Bu peşə həssaslığı ilə digər sahələrdən fərqlənir. İnsanlar polisə güzəştsiz yanaşır, davranışlarını izləyir, hər addımla müzakirə edir. Uğurla nəticələnən hər bir iş haqqında bu onların vəzifəsidir, deyir. Uğursuzluq olarsa təhqir edirlər. Bir şeyi dəqiq bilirəm, əgər insanlar polisin fəaliyyətinin görünməyən tərəflərini, bircə faizi barədə məlumatlı olarlarsa, onların bu ağır zəhməti qarşısında edilən tənqidlər minnətdarlıq hissi ilə əvəz olunar. Bunu sizə uzun illər polis sıralarında xidmət etmiş biri kimi deyirəm. Çox təəssüf ki, bu peşənin görünməyən tərəfləri sirr olaraq, elə görünməyərək də qalmalıdır. Çünki hər hadisənin arxasında onlarla insan taleyi dayanır. Qasımlının dediyi 400 metr məsafəni gəzib baxmalıydım. Bəlkə də orada nəsə gözdən qaçıb, hər şeyi özüm yoxlayacaqdım. Bu mənim iş prinsipim idi, hər şeyi yoxlamaq. Vaxt itirmədən 3-cü dəfə müəllimin evinə tərəf istiqamət aldım. Fikirləşə bilərsiniz ki, polisin keçirdiyi tədbirlər heç nə verməmişdi və konkret nəticə əldə olunmamışdı. Ancaq unutmaq lazım deyil ki, mənfi nəticə özü də bir nəticədir. Ən azı artıq konkret məsafəni gəzib baxacaq, o məsafədəki obyekt sahibləri, evlərin sakinləri ilə söhbət edəcəkdim və axtarış aparacağım ərazi təxminən 4-5 dəfə kiçilməklə artıq vaxt itkisinə lüzum olmayacaqdı. Nərmin məşğələdən çıxıb evə tərəf getdiyi üçün mən də onun hərəkətə başladığı nöqtədən, müəllimin evinin qarşısından başlamağı qərarı aldım. Polis bölməsində video görüntülərə baxmasam da, Nərminin müşahidə kamerasının əhatə dairəsinə daxil olduqdan sonra təxminən haraya qədər gedib sonra qəfil dayanaraq geri qayıtmasını dəqiqləşdirmişdim. Həmin yer el arasında moykalar kimi tanınan avtomobil yuma xidməti göstərilən bir neçə obyektin cəmləşdiyi küçə idi. Bu moykalar həm də nisbətən ucuz qiymətə xidmət göstərdikləri və şəhərdə ilk dəfə sedan 4 manat, Jeep 7 manat yazılmış elanları ilə daha çox məşhurlaşmışdı. Nərminin dayanaraq qayıtdığı yerə qədər bir neçə nəfərlə
Söhbət etdim. Onun əlamətlərini dedim, lakin hər hansı bir məlumat ala bilmədim. Nəhayət 1-ci avtomobil yuma məntəqəsinin yanına çatdım. Rəşad Qasımlı təxminən son nöqtə kimi buranı mənə izah etmişdi. Məntəqənin işçisi olan cavan oğlana yaxınlaşdım. Salam bacıoğlu. Salam dayı. 2 gün əvvəl, bax o istiqamətdən gələn bir qız. Sənin işlədiyin bu məntəqənin tuşuna qədər gəlib və sonra geri qayıdıb. Bəlkə o qızı görmüsən, ya da nəsə xatırlayırsan? Həmin qızı polislər də soruşmuşdular. Əgər nə isə görsəydim, mütləq deyərdim dayı. Ancaq buradan o qədər adam keçir ki, hamısını yadda saxlamaq olmur. Həm də işimiz çox olur deyə başımız maşınlara qarışır. Hə, elədir, deyib oğlanla sağollaşdım. Kimsə yaxınlaşmayıb, uzaqdan da çağıran olmayıb. Telefonu sönmüş vəziyyətdə olub, zəng gələ bilməzdi. Niyə bəs onda bu qız birdən-birə dayanaraq sürətlə geri qayıtsın? Belə çıxır ki, bura çatanda birdən nə isə yadına düşüb. Yaxşı, bəs nə isə unutmuş olarsa, deyək ki, kitabını və ya dəftərini, onda müəllimin evinə qayıtmalı idi. Ora isə qayıtmayıb. Bu bir. İkincisi, qayıtdıqdan sonra ətraf küçələrin heç birində müşahidə olunmayıb. Onda ya döngəyə burulandan sonra hansısa maşına oturub və ya zorla otuzdurulub, ya da ki, yaxınlıqdakı evlərdən birinə girib və indiyədək orada saxlanılır. Yox, evə giribsə, sonradan oradan da maşınla harasa aparıla bilərdi. Amma niyə? 2 qoca, imkansız insanın himayəsində böyüyən bir qızı qaçırmaqda məqsəd nə ola bilərdi? Burada qızı qaytarmağa görə pul tələb etmədən söhbət belə gedə bilməzdi. Qocaların nəyi var idi ki, onlardan nə tələb edə bilərdilər? Vəziyyət heç də yaxşıya oxşamırdı. Əgər Nərmin hələ də sağdırsa, həyatı böyük təhlükə altındadır. Beynimə gələn ən pis fikri özümdən qovdum. Bizim işimizdə sentimentallığa yer yoxdur. Əgər ağlıma gələn mülahizəm doğru idisə, onda mənim 1, maksimum 2 günüm var idi. Ya da məğlubiyyətimlə barışmalı olacaqdım. Mən isə məğlub olmağı heç sevmirdim. Çünki mənim uduzmağım şahmat lövhəsində və ya nərdxanada uduzmaqdan çox fərqli idi. İndiki halda isə mat və ya mars olmağın deyil, bir insan həyatını xilas edə bilməməyin təəssüfünü yaşamaq dayanırdı bu məğlubiyyətin arxasında. Səni tapacağam, Nərmin, söz verirəm. Harada olursan ol, səni tapacağam. Çoxdan yaşamadığım bir hiss baş qaldırmağa başlayırdı. Bu hissi yaşayarkən hətta həyat tərzim belə dəyişir. Rahat yataqdakı yuxumu 1-2 saat maşının oturacağında və ya kresloda mürgüləməklə əvəz edir. Çox vaxt yeməyi belə unudaraq məqsədimə çatanadək rahatlığı, istirahəti özümə qadağan edirdim. Qocaları dinlədiyim ilk dəqiqələrdən nəvələrinin başına bir iş olduğunu başa düşsəm də, hələ bəlkə də Nərmin könüllü olaraq sevdiyi oğlana qoşulub qaçması ehtimalına kiçik də olsa bir ümidim var idi. Həyat həmişə sürprizlərlə dolu olur. Ancaq Rəşad Qasımlı ilə söhbətimdən sonra məsələdə çoxlu müəmmaların olması bu ümidimin üstündən xətt çəkdi. Üstəlik də, əgər könüllü qaçmış olsaydı, nənə babasını bu qədər çox istəyən Nərmin onları intizarda qoymaz. Mütləq telefon əlaqəsi saxlayardı. Artıq axşam düşürdü və onun itməsindən 48 saata yaxın vaxt keçirdi. Yolun kənarındakı bir-birinə yaxın əkilmiş 2 söyüd ağacının gövdələri arasında skamya kimi bərkidilmiş taxtanın üstündə oturdum. Hərəkət planı müəyyənləşdirib işə başlamalı idim. Deməli belə, ilk növbədə Nərmini son dəfə görən müəllim və 2 şagirdi tapıb söhbət etməli idim. Qoy onlar mənə də əməliyyatçılara verdikləri cavabları versinlər. Mənim onlara mənasını yalnız özüm bildiyim, başqaları üçün qəribə görünə bilən suallarım olacaqdı. Gəldiyim yolla qayıdıb müəllimin qapısına çatdım. Həyət qapısını nə qədər döysəm də hay verən yox idi. Qapını açsa aralayıb həyətə boylandım. Tahir müəllimin həyəti enli olmasa da, evi kifayət qədər uzun həyətin lap axırında idi. Həyətə girib evə yaxınlaşdım. Qapını taqqıldadıb gözlədim.
Ancaq yenə heç kim hay vermədi. Yenidən qapını bir qədər bərk taqqıldatdım. Nəhayət müəllim qapıda göründü. Salam Tahir müəllim. İlk baxışdan təqaüddə olması şübhə doğurmayan bu qocaman müəllim elə Nərminin nənə və babası kimi 70 yaşlarında olardı. Əleyküm salam. Mən dedektiv Bəxtiyar Nəzərliyəm. Sizin şagirdiniz Nərminin itməsi ilə bağlı babası Səməd kişinin xahişi ilə araşdırma aparıram. Buyurun içəri, Bəxtiyar müəllim. O qızın itməsi heç mənim başımdan çıxmır. Görəsən uşağın başında nə iş var? O gündən özümə yer tapa bilmirəm. Həm də axı sonuncu dəfə məhz mənim evimdən çıxıb. Təşəkkür edib içəri keçdim. Müəllimin göstərdiyi yerdə oturub evə nəzər yetirdim. Köhnə Bakı üslubunda tikilmiş sadə 3 otaqlı evdə qadın səliqə səhmanı hiss olunmurdu. Yəqin ki, Tahir müəllim məşğələlərini də indi oturduğumuz bu otaqda keçirirdi. Zəhmət olmasa mənim suallarımı cavablandırın. Əlbəttə, nə köməyim dəyə bilərsə, mən hazır. Ancaq qorxuram polis əməkdaşlarına dediklərimə neysə əlavə edə bilməyəcəm. Mümkünsə deyin, adətən məşğələni saat neçədə yekunlaşır? Adətən axşam saat 8-də, həftənin cüt günləri. Ola bilər hərdən bir qədər tez bitsin, ancaq gec heç vaxt. Həftənin tək günləri isə dincəlirəm. Bəs Nərmin yoxa çıxan günü məşğələni saat neçədə yekunlaşdırdınız? Həmin gün saat 8-ə 10 dəqiqə qalmış. Hərdən uşaqlar tapşırığın öhdəsindən tez gəlirlər. Hə, bir də ki, ilk saatın 50 dəqiqəsinin tamamında uşaqlara 10 dəqiqə fasilə verirəm. Bəlkə kimsə ayaq yoluna getmək istəyər, amma deməyə utanar, başa düşürsünüz də. 3 şagirddən ikisi qız uşağıdır. Hərdən elə masanın arxasında oturub dincəlirlər, hərdən həyətə çıxırlar fasilədə. Ayaq yolu da həyətdədir. Mümkünsə deyin, bu evdə sizdən başqa kimsə yaşayır, yəni ailə üzvləriniz ya kimsə. Xeyr, Allah mənə övlad qismət eləmədi. Həyat yoldaşım vəfatından sonra isə uzun illərdir tək yaşayıram. Bağışlayın, Allah rəhmət eləsin. Sağ olun, biz ailədə 4 uşaq olmuşuq. Mən uşaqların ən böyüyüyəm. Bir bacımızı tez itirmişdik. O biri bacımız həyat yoldaşının işi ilə əlaqədar Qazaxstana köçməli oldu. Son beşiyimiz isə ixtisasca zootexnikdir. Hərdən vaxtı olanda gəlib məni başa çıxırıb böyük qardaş kimi. Bilirsiniz, mən bütün sevgimi şagirdlərimə yönəltmiş, onlar üçün yaşayıram. Bir də ki, çox sevdiyim peşəmə bağlıyam. Məşğələlərdən sonra isə bax gördüyünüz o otağa keçib memuar yazıram. Müəllimin göstərdiyi otağa tərəf baxdım. Həyət kimi elə uzunsov olmaqla tikilmiş, evin bu otağının, oturduğumuz otağa baxan pəncərəsi var idi. Bu köhnə Bakı evləri üçün xarakterik olan bir üslub idi. Yəqin ki, arxadan qonşu evlərin divarlarına sökəndiyi üçün başqa pəncərəsi olmayan bu otaq sakitliyinə görə işləmək üçün ən əlverişli otaq idi. Görünür, müəllim bu otaqda olduğuna görə səsimi gec eşitmişdi. Həmin otaqla yan-yana olan 3-cü otaq isə yataq otağı idi. Məşğələ bitən kimi uşaqlar dərhal getdilər. Bəli, 1-2 dəqiqə sonra sağollaşıb həyət qapısından çıxmışdılar. Siz onlarla birlikdə həyətə çıxmışdınızmı? Buna ehtiyac olmur. Uşaqlar mənimlə həmişə otaqda sağollaşırlar. Küçə qapısını isə ancaq yatanda bağlayıram. Müəllim səbirlə mənim suallarımı cavablandırırdı. Bəs onlar gedəndən sonra nə etdiniz? Həmişəki kimi iş otağıma keçdim və təxminən saat 10-un yarısına kimi işlədim. Düşünə bilərsiniz ki, məşğələdən dərhal sonra yorğun deyildimmi? Ancaq məndə əksinədir. Memuarlarım üzərində çalışanda sanki yorğunluğum çıxır. Hər şeyi unuduram. Bu his mənə də tanışdır. Müəllimi gözəl başa düşdüyümü bildirmək üçün ona baxıb gülümsədim. Görünür, siz də peşənizə çox bağlısınız. Tahir müəllim də gülümsədi. Həm də necə, deyib qaşlarımı qaldırdım. Tahir müəllim bu dəfə ucadan güldü. Peşəsini sevən insan heç vaxt öz sahəsində uğur qazana bilməz. Elədir, razılıq işarəsi olaraq başımı tərpətdim. İnsanı tanımaq üçün çox vaxt onunla qısa zaman kəsiyində ünsiyyətdə olmaq kifayət edir. Nərmin məsələsində müəllim bütün şübhələrdən kənar idi. Bunu özüm üçün müəyyən etdikdən sonra müəllimə bir sual da verdim.
Tahir müəllim, bir pedaqoq kimi Nərminin psixoloji portretini çəkə bilərsinizmi? Əlbəttə, illərlə şagirdlərlə işləyən insan özü psixoloq olur. Nərmin balamız çox həyatsevər, şən qızdır. Bəzən məşğələ arası yaranan kiçik fasilələrdə deyib gülməyi çox xoşlasa da, məşğələ başlayan kimi ciddiləşir, bütün fikrini dərsinə yönəldir. Sadə geyinməyi xoşlayır, bəzi cavan qızlar kimi dəbdəbəyə meyilli deyildi. Ədəbiyyatçı olmaq istəyir. Bir dəfə onunla söhbət zamanı dedi ki, arzum ali təhsilli olaraq işləmək, nənəmi və babamın mənim üçün çəkdikləri əziyyətlərin əvəzini verməkdir. Hətta gülə-gülə dedi ki, onları hər il kurorta göndərəcəyəm. O vaxt başını sığallayıb demişdim ki, inşallah bütün arzularına çatacaqsan. Yəqin valideynlərinin faciəli ölümündən xəbəriniz var. Tahir müəllim kövrəldi. Yaranmış xoşagəlməz sükutun çox uzanmasını istəmədim. Mümkünsə Nərminlə birlikdə məşğələyə gələn digər 2 şagirdin telefon nömrələrini mənə verərdiniz. Onlarla da görüşüb danışmağım çox vacibdir. Bir dəqiqə, deyib müəllim otaqdakı rəflərdən birinə yaxınlaşdı. Rəfdən götürdüyü sarı üzlüklü qeyd kitabçasını açıb, hər 2 şagirdin telefon nömrələrini dedi. Cəl nömrələri və şagirdlərin adlarını telefonumun yaddaşına yazdım. Artıq getmək lazım idi. Ayağa qalxdım. Tahir müəllim bərk-bərk əlimi sıxıb, mən sizə inanıram, Bəxtiyar müəllim. İnanıram ki, tezliklə Nərmin balamızı tapacaqsınız, dedi. Müəllimin əlləri titrəyirdi. Narahat olmayın, müəllim, əlimdə olan bütün imkanlardan istifadə edəcəyəm, deyib sağollaşdım. Tahir müəllimin şagirdi üçün keçirdiyi həyəcan, təlaş çox səmimi idi. Bilirsiniz, mən öz millətimi çox sevirəm. Biz çox gözəl, son tikəmizi belə bölüşməyə hazır olan qonaqpərvər bir millətik. Bizimlə dost ol, 5 qat dostluq göstərəcəyik. Tarix boyu hər zaman qonşularımızın köməyinə gəlməyə hazır olmuşuq. Heç kim deməsin ki, çox sadə olmaq da bir şey deyil. Xeyr, bu sadəlik yox, böyük Tanrının millətimizə lütfüdür. Baxın, Tanrı bizə millət olaraq bir gözəl sifəti, ermənilərə də bildiyimiz kimi məkirlik, yaltaqlıq, satqınlıq kimi simaları verib. Hansı yaxşıdır? Belə bir hədis var. İmam Əli əleyhissalama sual ediblər ki, bu qədər ki, sizə pisliklər olunur. Niyə siz də o adamlara pislik etmirsiniz? Cavab verib ki, onlar pisliklərindən qalmırlarsa, mən niyə yaxşılığımdan qalım? Hər bir şeyin cavabı mütləq gəlir, pisliyin də, yaxşılığın da. O ki, qaldı ermənilərə, onlar da vaxtı ilə bizim qonaqpərvərliyimizdən istifadə edib kifayət qədər ayağımızın altını qazıblar. Sonra açıq-aşkar düşmənçiliyə keçdilər və baxın, qazandıqları nə oldu? İşğal etdikləri torpaqlarımızdan tək-tük məskunlaşmış erməniləri nəzərə almasaq, heç bir həyat yoxdur, ola da bilməz. Ermənistan isə iflasa uğramış bir dövlət kimi dünya ölkələri arasında bütün sahələrdə sonuncu yerlərdən birini tutur və əhalisinin böyük bir hissəsi oradakı dözülməz həyat şəraitindən bezərək xarici ölkələrə üst tutur. Bir fikrimi də bölüşmək istəyirəm. Kimsə fikirləşməsin ki, torpaqlarımızın zəbt olunması millət olaraq bizim qürurumuza xələl gətirir. Hamımız bu torpaqların hansı fövqəl qüvvələrin himayədarlığı nəticəsində zəbt olunduğunu bilirik və həmin dövrlərdə müstəqilliyin ilk addımlarını atan Azərbaycan üçün bu qüvvələr qarşısına duruş gətirmək çox çətin idi. Bu hal o vaxt utanverici olar ki, millət olaraq bununla barışmış olaq. Bu isə mümkün deyil. Erməni özü də gözəl başa düşür ki, zəbt olunmuş torpaqlar onların deyil. Hətta artıq bəzi ziyalıları çəkinmədən bütün kütləvi informasiya vasitələrində etiraf da edirlər. Belə olmasaydı, o ərazilərdə heç olmasa bircə dənə, bir mərtəbəli tikili inşa edərdilər. Ancaq görürsünüz ki, etməyiblər. Çünki bu özgənin həyətində ev tikmək kimi bir şey olardı. Müharibənin gedişatıdır. Bu gedişatda isə çox şeylər olar. Tarix boyu böyük-böyük dövlətlərin əraziləri hətta tamamilə istila olunub. Ancaq bu istilalılar o millətlərin adına xələl gətirəcək bir şey yox. Sadəcə işğal faktı kimi tarixə düşüb. Zorla hərbi xidmətə çağırılan erməni gənclərdən fərqli olaraq
Hərbi çağırış yaşı çatmış gənclərimiz qəlblərində qisas hissi ilə səngərlərə yollanırlar. Danışdıqlarımda məntiq budur ki, biz elə həmişə yaxşı millət olaraq qalacağıq. Ancaq bu qonaqpərvərliyimiz kimlərinsə yanlış fikirlərə salmasın. Yox, aqibətləri pis olar. Görək həmin düşmənliyi davam etdirən erməni bu gün bircə qarış torpağımızı ala bilərmi? Millətimizin bir nümayəndəsi ilə bağlı bir hadisəni mütləq sizə danışmaq istəyirəm. Elə həm də yaxşılıq barədə dediklərimə gözəl bir nümunə olar. 19-cu əsrin əvvəllərində indiki Pakistanın ərazisi İngilis ordusu tərəfindən zəbt edilərək Britaniya Hindistanın tərkibinə daxil edilmişdir. 20-ci əsrin əvvəllərində isə azadlıq uğrunda mübarizə aparan Pakistanın bir çox əyalətlərində keçici olan və 100% ölümlə nəticələnən vəba xəstəliyi tüğyan etməyə başlayır. Sürətlə yayılan bu xəstəlikdən 100 mindən çox pakistanlı tələf olmuşdur. Bu xəstəliyə qalib gəlməyin tək yolu hələ epidemiyaya yoluxmayanları xüsusi peyvəndin edilməsi imiş ki, bu peyvəndin də xarici ölkədən gətirilməsi tələb olunurmuş. Bu isə əsarət altında olan Pakistan üçün əlçatmaz bir şey idi. Bax onda, son dərəcə ağır durumda olan pakistanlıların köməyinə bizim Azərbaycanlımız Hacı Zeynalabdin Tağıyev gəlmişdi. Qızıl pulla Almaniyadan 300 min ədəd peyvənd sifariş edərək Pakistana gətizdirən xeyriyyəçimizin bu addımı epidemiyaya qalib gəlməkdə əsas rol oynamışdır. Bununla kifayətlənməyən Hacı, məsələni dünya ictimaiyyətinin nəzərinə də çatdırmış, müxtəlif ölkələrdən imkanlı insanlar yardımlar edərək Pakistanlıların bir xalq kimi məhv olaraq yer üzündən silinməsinin qarşısını almışdılar. Bu fakt 1947-ci ildə müstəqillik əldə etmiş Pakistanın məktəb dərsliklərinə salınmış və hər bir Pakistanlı Azərbaycanı qardaş ölkə, Azərbaycanlıları isə qardaş hesab edir. Təsadüfi deyil ki, Pakistan Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini tam dəstəkləyir və müstəqilliyimizi tanıyan ilk dövlətdir və Ermənistanı bir dövlət kimi tanımadığını bəyan edir. Əhalisinin sayına görə dünya ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə İndoneziyadan sonra 2-ci olan bir dövlətin tək bir Azərbaycanlının vaxtı ilə etdiyi yaxşılıq nəticəsində millətimizə və dövlətimizə qarşı belə bir mövqe nümayiş etdirməsi fakt deyilmi? Bu dostluq və qardaşlıq münasibətləri bu gün də dövlət səviyyəsində inkişaf etdirilərək möhkəmləndirilir. Məncə fikirlərimlə razılaşdınız. İndi növbəti gedişlərimi fikirləşməliydim. Bəli, cinayət baş vermişdi və mən bu halda artıq cinayətdən cinayətkara çıxmalıydım. Buna görə də indi hər iki şagirdlə görüşüb söhbət etməli, onların dediklərini də Tahir müəllim dediklərinə əlavə edib, sonra Rəşad Qasımlıdan öyrəndiklərimlə uzlaşdırmaqla təhlil etməliydim. Əlbəttə, əgər söhbət əsnasında yeni simalar ortaya çıxmasaydı. Bu gecə yatmayacağımı bilirdim. Samavarda qaynayan suyun pıqqıltısı şişmanı xəyaldan ayıltdı. Tez ayağa qalxıb, içinə quru çay tökərək hazır qoyduğu dəm çaydanını qaynar su ilə doldurub, dəm alması üçün samavarın üstünə qoydu. Bir qədər sonra xəyalı onu yenidən onun üçün dəhşətə çevrilən son dövrün hadisələrinə apardı. Evləri almağa və yenidən qurma işlərinə 6 aya yaxın vaxt sərf olunmuşdu. Xüsusilə evlərdən birinin sahibi buranın ata ocağı olduğunu deyib, heç cürə satmağa razılaşmırdı. Ancaq sonda sınaqdan çıxmış bir deyim bir daha özünü doğrultdu. O şeyi ki pulla almaq olur, onu çox pulla almaq da olar, deyilmi? Uzun çək-çevirdən sonra şişmanın təklif etdiyi pulun məbləğini eşidən ev sahibi nəinki evin ata ocağı olmasını, az qala atasının adını da unutdu və evi satmağa razılıq verdi. Təmir işləri başa çatdıqdan sonra ustalara bir gecədə qalmağı, həmin gecə yeyib içməyi təklif edən Həsən ağa ona çıxıb getməsini, səhər təzdən gəlməsini tapşırmışdı. Səhər gələndə isə ustaların onunla sağollaşmadan çıxıb getdiklərini görmüş,
Bu da bunkerdə gördüyü, özü üçün izah edə bilməyəcəyi bəzi şeylər də ona çox müəmmalı gəlmişdi. Hər şey isə belə olmuşdu. Həsən ağanın tapşırdığı kimi saat 9-da ustalarla sağollaşmağa gələn Şişman maşını dalanda saxladı. Düşüb yaxınlaşarkən həyətin qapısını çilirdili gördü. Qapının cəftələri içərdən vurulmuşdu. Görəsən bunlar qapını kilidlə niyə bağlayıblar? Yəqin axşamçı qonaqlıqdan sonra dəmləşib yatıblar, deyə fikirləşib, bir-iki ağız çağırsa da səsinə hay verən olmadı. Özündəki açarla qapını açıb həyətə, oradan da evə keçdi. Evdə heç kim yox idi. Bəs bunlar haradadırlar görəsən? Şişman öz-özünə fikirləşdi. Belə tez getməli deyildilər axı. Heç sağollaşa da bilmədim. Bəlkə sığıncaqdadırlar. Şişman sığıncağın giriş qapısını, mexanizmini işə salaraq evin içərisindən gizli yerdə quraşdırılmış düyməni basıb həyətə çıxdı. Bunkerin giriş qapısı səssizcə açılmışdı. Küçə qapısını içəridən kilidləyib yavaş-yavaş pilləkənlərlə aşağı bunkerə düşdü. Burada da heç kim yox idi. Axşamdan stolun üstündə qalan yemək qalıqlarının iyi, hansısa xoşagəlməz iyə qarışıb ətrafı bürümüşdü. Masanın ətrafındakı stullardan ikisi aşmış, döşəmə isə hansısa bulanıq mayəyə bulanmışdı. Yəqin ustalardan hansınınsa halı pisləşib, yediyini qaytarıb. Şişmanın ağlına gələn ilk fikir bu oldu. Sonra dəsmalı ilə burnunu tutub, bunkerdəki otaqları bir-bir yoxlamağa başladı. Ancaq otaqlar hamısı boş idi. Sonuncu otağa yaxınlaşanda bunkerin uzaq küncündə vaxtilə Həsən ağanın tapşırığı ilə ustaların qazdığı, eni və uzunluğu 1, dərinliyi 2 metr yarım olan, yenə də Həsən ağanın tapşırığı ilə içərisindən çıxan torpağı yanında saxlanılan quyunun doldurulduğunu və üstünün betonlandığını gördü. Əyilib barmağı ilə betona toxundu. Beton hələ nəm olsa da artıq bərkimişdi. Görəsən, bu nə ola bilər? Yeyib içəndən sonra bu quyunu doldurmaq axı bunların haradan yadına düşdü və nəyə lazım idi? Qumunda yarıdan çoxu yerdədir. Şişman içəridəki ifunətdən ürəyinin bulandığını hiss edib yuxarı qalxdı. Hovuza yaxınlaşıb üzünə su vurdu. Bir qədər yüngülləşdi. Ancaq hələ də bunkerin içində gördüklərindən bir şey anlaya bilmirdi. Yaxşı, deyək ki, lap ustalar səhər o başdan getməyə qərar vermişdilər. Lap elə içkinin təsirindən hansınınsa halı xarab olub və yediyini qaytarıb. Bəs bu quyu məsələsi nədir? Bax, bunu Şişman heç cür başa düşə bilmirdi. Gecə baş verənlərə aydınlıq gətirmək üçün Həsən ağaya zəng vurmaq qərarına gəldi. Səpgöz 7-ci zəngdən sonra yuxulu səslə telefona cavab verdi. Eşidirəm. Mən buradayam. Dediyin kimi saat 9-da gəlmişəm. Ustalar haradadırlar? Burada nə baş verib? Heç yerə getmə. Bunkerə əl gəzdir. Mən gələnə tərtəmiz olsun. Gec yatmışam. Biraz yuxumu alıb gələcəyəm. Həsən ağanın amirani səsi Şişmanın növbəti suallarının qarşısını aldı. Onsuz da heç az əvvəl verdiyi suallara da cavab ala bilməmişdi. Yaxşı, deyib əlaqəni kəsdi. Həsən ağa gələndə Şişman təmizlik işlərini təzəcə bitirib çay dəmləmişdi. Hazır çay olduğunu görən Səpgözün yuxusuzluqdan şişmiş sifətində sevincə oxşar bir ifadə əmələ gəldi. Hə, bax bu yaxşı oldu, yoxsa ağzım zəhər dadırdı. Süz görüm, deyib hovuzun kənarında oturdu. Şişman evə keçib 2 stəkan və qəndqabı gətirdi. Yenicə dəm almış çaydan stəkanlara süsüb Həsən ağa ilə üzbəüz oturdu. Ustalar niyə belə tez gediblər ay Həsən ağa? Kənd adamlarıdır da. Səhər saat 6-da oyanıb məni də oyatdılar. Dedilər getməliyik. Mən də daha nə deyəcəkdim ki, halallaşıb yola saldım. İçkili olduğum üçün maşınla aparmadım. Dedilər avtovağzala dək taksi tutacağıq. Bəs o quyu niyə doldurulub? Şişman səhərdən onu narahat edən əsas sualı verdi. Quyu drenaj sisteminə əlavə nasos quraşdırmaq üçün bizə lazım olacaqdı. Sonra məlum oldu ki, ikinci nasosa ehtiyac yoxdur.
Amma yadımdan çıxmışdı deyim ki, doldursunlar. Səhər ustalar oyananda dedim, sağ olsunlar. Yarımca saata doldurub üstünü də betonladılar. Yoxsa qalsaydı gərək sən dolduraydın. Həsən ağa hiss elətdirmədən diqqətlə Şişmana baxdı. Yəni deyirsən ki, səhər tezdən? Hə də, daha yuxuda doldurmayacaqdılar ki. Hə, sənə də görə çoxlu üzrxahlıq etdilər. Dedilər ki, qardaşa deyə onu görə bilmədik. Şəhərə gələndə mütləq gəlib baş çəkərik. Şişman soruşmaq istədi ki, bəs hava və günəş dəymədən yerdə 2-3 saata da beton belə bərkiyərmi? Ancaq birdən elə bil nəsə onu saxladı. Tez sözünü dəyişdi. Hə, lap yaxşı, sağ olsunlar, deyib özünü inanmış kimi göstərdi. Birini də süz görüm. Həsən ağa boşaltdığı stəkanı Şişmana uzatdı. Bu söhbətdən sonra Şişmanın beynində dolanan şübhələr sonrakı aylarda daha da artdı. Həsən ağa çoxlu avadanlıq gətizdirərək həyətə yığırdı. Gecələr həmin avadanlıqları ikisi birlikdə bunkerə daşıyırdılar. Quraşdırılmasını isə sonradan biri həkim olduğu bilinən Azərbaycan dilində danışsalar da, əcnəbi olmaları dərhal hiss olunan 2 nəfər həyata keçirirdi. Sonradan həkim əcnəbi tez-tez gəlib Həsən ağaya hansısa tapşırıqlar verir, bir müddət keçmiş gəlib necə yerinə yetirilməsini yoxlayırdı. Bu işlərə də 3 ay vaxt sərf olundu. Yeraltı mini tibb klinikası artıq fəaliyyətə hazır idi. Bundan sonra bunkerə müxtəlif dərman preparatları, məhlullar, tənzif, pambıq, tibbi alətlər gətirib xüsusi dolablara yerləşdirdilər. Bütün bunları izləyən Şişmana bir sual rahatlıq vermirdi. Əgər bunların məqsədi tibb müəssəsə açmaq idisə, bunu yerin altında niyə tikirdilər? Şişman qorxaq, tamahkar olsa da ağılsız adam deyildi və nə baş verdiyini yavaş-yavaş anlamağa başlayırdı. Ancaq geriyə yolu olmadığı üçün xüsusilə sivri burnunun qorxusundan susub gözləməyə məcbur idi. Bircə təzəllisi var idi ki, indiyədək burada nə baş vermişdisə, o dolayısıyla iştirak etmişdi və dua edirdi ki, gələcəkdə də baş verənlərdə iştirakçı olmasın. Ancaq qorxduğu onun başına gəldi. Hər şey hazır olandan bir ay sonra bu evdə gecələmək tapşırığı alan Şişman Həsən ağanın telefon zənginə yuxudan oyandı. Tez darvazanı açıb onun maşınını içəri buraxdı. Pajero markalı maşınından düşən Həsən ağa tez ol, kömək elə, deyib, asta səslə Şişmanı maşının yanına çağırdı. Maşının arxa oturacağında huşsuz vəziyyətdə təxminən 26 yaşı olan bir oğlan uzanmışdı. Şişman fikirləşdi ki, yəqin Çəpgöz onu maşınla vurub, indi də izi itirmək üçün maşına qoyub buraya gətirib. Ancaq köməkləşib oğlanı qucaqlarına aldıqdan sonra Çəpgözün işarəsi ilə bunkerə aparıb, oradakı çarpayı quraşdırılmış otaqlardan birinə uzatdıqda Şişman bunun avtoqəza olmadığını başa düşdü. Bu kimdir belə? Nə olub buna? Deyə Çəpgözdən soruşdu. Otağın işığında çarpayıda uzanan oğlana diqqətlə baxan Şişman, bu hansı millətdəndir? Deyə bir də Həsən ağaya müraciət etdi. Az danış. Otağın qapısını çöldən kilidilər. Oğlana heç nə olmayıb. Bu gecə səhərəcən oyanmayacaq. Ona başınla cavab deysən, gəl maşını boşalt, mən getməliyəm, deyə Çəpgöz çımxırdı. Maşında ancaq ərzaq olduğunu görən Şişman, bu qədər yeməyi kimin üçün almısan, deyə yenə sual verdi. Bax, bu yaxşı sualdır. Bu dəfə Çəpgöz mülayim danışdı. Bu oğlan bir neçə gün qonağımız olacaq. Yaxın günlərdə başqa qonaqlarımız da olacaq. Bu gündən sən buranı tərk etməyəcəksən. Heç bir halda. Oğlanın gündə 3 dəfə yeməyini sən verəcəksən. Onunla heç bir kontakt yaratmayasın. Ayaq yolu otaqda nəzərdə tutulub. Bilirsən, ona görə də ancaq qapıdakı kiçik nəfəslikdən yeməyini verib yuxarı qalx. Bu ərəfədə öz telefonunu söndür. Ancaq mənim bildiyim nömrə olan 2-ci telefonu işlət. Bunları deyib Həsən ağa maşına mindi. İrəli geriyə verərək maşını döndərdi və sürüb həyətdən çıxdı. Birazdan gecənin qaranlığında uzaqlaşan maşının işıqları da görünməz oldu. Şişman cəld darvazanı bağlayıb yenidən bunkerə qayıtdı. Oğlan yatırdı. Bu ki, insan oğruluğudur. Ağlına gələn fikirlərdən Şişmanın dizləri qapılandı və yerə çöktü. Necə yəni, hələ yenə də qonaqlarımız olacaq?
Bununla Həsən ağa nə demək istərdi? Yəni ki, yenə də kimisə oğurlayıb gətirəcək? Bəs sonra bu aparatlar, dərmanlar, bunları nəyinə lazımdır? Hələ o əcnəbi həkim lap cəllada oxşayır. Deyəsən axı təkcə insan oğurluğu yox, həm də insan orqanlarının alveridir bu. O qorxusundan çökdüyü yerdən tərpənə bilmirdi. Sonrakı hadisələr Şişmanın fikirlərini tam təsdiqlədi və növbəti gün daha 2 nəfər həmin üsulla yatızdırılıb bunkerə gətirildi. Onlar da qeyri-millətin nümayəndələri idilər. Uğurlanmış adamlar ayrı-ayrı otaqlarda saxlanılır. Gətiriləndən bir müddət sonra ayılana yaxın əcnəbi həkim gələrək onlara hansısa iynəni vurur. Bu iynə ilə onlar bütün müqavimət qabiliyyətini itirərək özlərini çox sakit aparırdılar. Sonra isə onlar həkimin təyin etdiyi cədvəl üzrə və xüsusi dərmanlar qatılmış yeməklərlə qidalanır. Vaxtaşırı qəssaba oxşayan həkim tərəfindən laborator analizləri götürülərək yoxlanılırdı. Qidaya qatılan preparatların tərkibində də sakitləşdiricilər olduğu üçün saxlanılan adamlar günün çoxunu yatmaqla keçirirdilər. Lazım olan adam sayı hazır olandan və xüsusi dərmanlar verilməyə başlayandan 3 gün sonra, bazar günü gecə saatlarında həkim yanında bir qadınla bunkerə gəldi. Həsən ağa da onlarla bunkerə düşdü və həmin gün Şişmanı bunkerə buraxmadılar. Yalnız bir neçə saatdan sonra əllərində xüsusi dəmir örtüklü çantalarla çıxıb Həsən ağanın maşınında getdilər. Gedərkən ona bunkerə girməməyi tapşırdı Həsən ağa. Bundan sonra həkim gələrək gecə yarısı bunkerdə olduğu günlərdə cib telefonunu lap səhərdən söndürməyi dönə-dönə tapşırmışdı ona Həsən ağa. Bu sivri burunlunun Həsən ağaya verdiyi təlimat idi və Şişman bunu həkimin sonrakı belə gəlişlərində də sözsüz əməl edirdi. Yalnız içində təkcə Çəpgözün bildiyi nömrə olan başqa telefonu işlək vəziyyətdə saxlayır, onunla lazım olanda bu telefon vasitəsilə əlaqə yaradırdı Çəpgöz. Ailə üzvlərinə isə şəhərdə olmadığını deyib ona zəng vurmamağı tapşırırdı. Artıq Sivriburunlu illərlə hazırladığı məkirli, qanlı planın əsas fazası işə düşmüşdü. Rusiyadakı tanışından bir neçə insan orqanı sifarişi alandan sonra Həsən ağaya tapşırıqlarını verir. Digər tərəfin tələblərinə görə bu orqanları eyni gündə təhvil verməli olduğu üçün münasib qurbanlar seçib onları müxtəlif üsullarla aldadaraq yatızdırır və bunkerə gətirirdilər. Əsasən şəhərə işləməyə gələn əcnəbi miqrantları tora salmağı Həsən ağaya tapşırmışdı sivriburunlu cəllad. Bu adamların tam sağlam olması, tələb olunan orqanlarında hər hansı fəsadın olmaması ən böyük şərt idi. Daha bir şərt isə qurbanlarının yaşının 30-dan çox olmaması idi. Lazım olan qurban sayı düzələnədək o biriləri xüsusi rejimdə və həkimin nəzarətində saxlanmaqla onlara Şişman qulluq edirdi. Sifariş sayından asılı olmayaraq sonuncu qurban da gətiriləndən sonra adamlar tam 3 sutka həkimin verdiyi xüsusi preparatlar qatılmış yeməklərlə qidalanmalı idilər və bundan sonraki gün əməliyyat başlayırdı. Şişman bir şeyi də müşahidə etmişdi ki, bunkerə gətirilən insanların iradəsi həkimin birinci ineksiyasından sonra müqavimət hissini itirir. Onlara təklif olunan qidaları məmnuniyyətlə qəbul edirdilər. Təkcə 2 halda. Nə isə düz getməmişdi. Dərman sanki əks təsir göstərmişdi və ayrı-ayrı vaxtlarda gətirilmiş 2 qurban onlara iynə vurulduqdan sonra sanki quduzlaşmış, ucadan çığırmağa başlamışdılar. Onlardan biri lap canavar kimi ulamışdı. Hər ikisini sakitləşdirmək heç də asan olmamışdı. Lakin sonda onlar da digərləri kimi iradələrini və müqavimət qabiliyyətlərini itirib ram olmuşdular. Sivriburunlu da sifarişçilərə bir şərt qoymuşdu. Tələb olunan insan orqanları hazır olandan sonra şəhərdə sifarişçinin adına təhvil verilir, ölkə hüdudlarına hansı yollarla çıxarılacağına müdaxilə etmirdi. Qarşı tərəf bu şərtlə razılaşmışdı. Hiyləgər cəllad öz imkanlarını həmişə düzgün qiymətləndirirdi və buna görə də indiyədək başı salamat qalmışdı. Həsən ağa gecə yarısı qayıtdı. Şişmana onunla bunkerə düşmək göstərişi verdi.
Bunkerdə qara rəngli xüsusi torbalara qoyulmuş 3 cansız insan bədəni yan-yana uzadılmış, meyitlərdən birinci otağın qapısınadək döşəməyə düşən qan damcıları qurumuşdu. Meyitləri görəndə az qaldı Şişmanın ürəyi getsin. Ancaq Çəpgözün hökmlü səsi onu ayıltdı. "Nə durmusan? Götür görək." 2 meyidi Həsən ağanın maşınının yük yerinə, birini isə arxa oturacağa uzatdılar. "İndi yerdəki qan ləkələrini sil. Sonra istəsən qal, istəsən də gedə bilərsən," deyərək Həsən ağa getdi. Gecə yarısı olmasına baxmayaraq, Şişman bir dəqiqə də burada qalmaq istəmirdi. Artıq canlı cinayətin iştirakçısına çevrilməsi, bunun nə ilə nəticələnəcəyini dərk etməsi, 2 dəfə həbsxana həyatı yatmış Həsən ağadan fərqli olaraq onun üçün bir dəhşətə, kabusa çevrilmişdi. Birtəhər yerdəki qurumuş qan damcılarını sildikdən sonra əvvəlcə bunkeri bağladı. Sonra həyət qapısını da bərk-bərk bağlayıb küçədə saxladığı maşının mühərriyini işə saldı. Buradan mümkün qədər tez uzaqlaşmaq istəyirdi. Çay dəm almışdı. Şişmə stəkan götürüb özünə çay süzdü. Armudu stəkandakı qaynar çaydan bir qurtum içib, stəkanı qarşıdakı kiçik masanın üzərinə qoydu. Hərdən ona elə gəlirdi ki, öldürülmüş günahsız insanların ruhları həyatda dolaşır. İndi də xəyaldan ayılanda qəflətən, qaranlıqda gözünə nəyisə göründü. Qeyri-ixtiyari bədənindən bir üşütmə keçdi. Birinci sifarişdən 4 ay sonra daha bir sifariş də olmuşdu. Bu dəfə 3 nəfər. Bu sifarişlərdən sonra bir dəfə təsadüfən Həsən ağanın telefon danışığını eşitmişdi Şişman. Kimsə telefonda deyirdi ki, çəkilmiş bütün xərcləri çıxarmışıq bu 2 sifarişlə. Görəsən, insan orqanlarını bunlar neçəyə satır? 3 ev, təmir, bu qədər avadanlıq, bahalı dərmanlar, deyə o zaman fikirləşmişdi. Onun özünə də kifayət qədər yüksək məbləğlər ödəndiyindən o bu məbləğin 5 sıfırla ölçüldüyünü qənaətinə gəlmişdi. İndi o sifarişdən 4 ay keçəndən sonra 3-cü sifariş daxil olmuşdu. Bu günlərdə lazım olan 4-cü namizədi tapa bilməyən Həsən ağa əsəbləşməyə başlamış, gecikməyə görə təklif olunan məbləğin aşağı enəcəyi barədə Sivriburunlunun dedikləri onu təbdən çıxarmışdı. Əslində o hər işi əvvəlcədən görərək sifarişin daxil olmasını gözləyirdi. Belə ki, ölkəyə iş axtarmağa gələn bir neçə nəfəri güya iş düzəldəcəyi adı ilə aldadaraq zəngini gözləmələrini onlara bildirmişdi. Tanımadığı birindən küçədə aldığı telefon aparatına yerləşdirdiyi, heç yerdə qeydiyyata alınmamış mobil telefon nömrəsini onlara verərək onların da nömrələrini götürmüş, lazım olanda zəng edəcəyini demişdi. Bununla belə, hər şey dəqiq olsun deyə mütəmadi olaraq onlarla zəngləşir, tezliklə yüksək məvacibli işlə onları təmin edəcəyi adı ilə yalançı vədlər verir, bu müddət ərzində poliklinikaların birində işləyən həkim tanışının yanında müayinədən keçmələrini tələb edir. Bunu düzələcəyi iş üçün vacib olması ilə izah edir, əslində isə onların şəhəri tərk edib etməmələrini və sağlamlıq durumlarını özü üçün dəqiqləşdirirdi. Sifariş daxil olandan sonra isə zəng edərək bu zavallıları bir-bir görüşə çağırırmış. Onlar da öz ayaqları ilə əcəllərinə tərəf gəlmişdilər. Keçmiş Sovet respublikalarından olan miqrantlarla Rus dilində, dilini bilmədiyi miqrantlarla isə Şişmanın həkimin yanında gördüyü bir neçə dil bilən ikinci əcnəbi vasitəsilə ünsiyyət qururdu. Bu şəxs cinayətkar qrupun əsas üzvlərindən biri idi. Ancaq bir təsadüf Həsən ağanın planlarını pozmuşdu. Oğurlamaq üçün nəzərdə tutduğu adamlardan biri son anda naməlum səbəbdən respublikanı tərk etmiş və bu səbəbdən o çıxılmaz vəziyyətə düşmüşdü. Ona görə də Şişmana heç vaxt etmədiyi bir təklif etmişdi. Sifarişi yerinə yetirmək üçün çatışmayan 4-cü adamın tapılmasında köməklik göstərərək əvəzində həmişəkindən qat-qat çox pul qazanmaq təklifi idi bu. Növbəti 3 nəfər bunkerə gətirilən günün axşamı Həsən ağanın Şişmana belə bir söhbəti olmuşdu. Qulaq as, bu məsələ uzanır. Nəzərdə tutduğum adamlardan biri burada yoxdur və ona əlim çatmır. Özün bilirsən də, hər adam sifarişçinin tələbinə cavab vermir. Lap cavab versə də hər adamı aldadıb gətirmək mümkün deyil. Gərək cavan və sağlam olsun. Aldadıb tora salmaq mümkün olsun.
Bəlkə belə bir adam tanıyırsan, sən də əziyyət çəkirsən, bilirəm. Həm yaxşı pul qazanarsan, həm də günlərlə burada qalmaqdan canın qurtarar bir müddət. Bilirsən ki, əməliyyat üçün lazım olan xüsusi dərmanları 3-4 gündən artıq vermək olmaz. 4-cü adamı tapmadığım üçün bu gətirdiyim 3 nəfəri də hələlik ancaq sakitləşdirici dərmanlarla saxlamağa məcburuq. Bunu birtəhər razılaşdırmışam, ancaq çox az vaxt veriblər mənə. Cəmi bir neçə gün. Təcili 4-cü adamı tapmaq, vəziyyətdən çıxmaq lazımdır. Artıq ömründə ağlına gətirməyəcəyi hadisələrlə üzləşməsi səbəbindən və Sivriburunlu ilə Həsən ağanın qorxusundan bir növ onların qoluna çevrilmiş şişman bir qədər fikrə getdi. Hər dəqiqəsi qorxu içində keçən bu evdən müvəqqəti də olsa uzaqlaşmaq üçün o hər şeyə hazır idi. Təki bu sifariş də tez bitsin və arada yaranmış fasilədə mümkün qədər buraya gəlməsin. Həsən ağanın təklifini dinlədikdən sonra isə onu çoğulamış qorxu və narahatlığın içindən tamahkar xisləti yenidən baş qaldırdı və özünü çəpkizə tutub dedi. Elə bir adam ağlıma gəlmir axı, yaxşı bəs mənim xeyrim nə olacaq? Əlavə 20.000. Həsən ağa yalan demirdi. Vəziyyət elə gətirmişdi ki, 4-cü adam tapılmazsa, müqavilənin şərtləri pozulacaq və bu səbəbdən itirəcəkləri daha çox olacaqdı. Qarşı tərəf çox ciddi idi və belə şeyləri bağışlamırdı. Ona görə də bu dəqiqə hər şeyə getməyə hazır idi. Məbləği eşidəndə şişmanın ağzı sulandı və son vaxtlar özünə yağdırdığı lənətləri unutdu. Baxaram, görüm, bəlkə tapa bildim. Bu söhbətdən sonra bunkerdə gördüyü işlər arasındakı fasilələrdə axtarışlara başlamışdı. Həmin vaxtlarda isə həyat boş qalmaması üçün Həsən ağanın təklifi ilə dəstənin əcnəbi üzvü onu əvəzləmişdi. 20.000 manatı itirəcəyini təəssüfü ilə axşamadək boş-boş gəzib, haradan başlamasını bilməyən, kimisə tapacağına ümidi olmayan şişman, axşamüstü bir söhbətin şahidi olarkən axtardığını tapdığını başa düşmüşdü. Tez Həsən ağa ilə əlaqə saxlayıb vəziyyəti ona demiş, görüşüb planını izah etmişdi. Plan bir qədər avantür görünsə də, başqa çıxış yolu olmayan Çəpgöz razılaşmağa məcbur olmuşdu. O şişmanla rəftarda özünü nə qədər qəddar göstərsə də Sivriburunlunun qorxusundan sifarişin pozulacağı tədbirdə onun özünün hansı aqibətini görəcəyini düşünmək belə istəmirdi. Onsuz da Sivriburunlu ona bir dəfə xəbərdarlıq etmişdi. Təhlükəsizlik nöqteyi nəzərindən əsasən həyat səviyyəsi yüksək olmayan ölkələrdən gəlmiş əcnəbi miqrantlara üstünlük verilməsi tapşırılsa da, çıxılmaz vəziyyətdə digər variantlardan da istifadə etməyi istisna etməmişdi qorxduğu insan. Cinayətkar dəstənin hər bir addımı əvvəlcədən düşünülmüşdü. Gəldiyi ölkədə çox vaxt qeydiyyata düşməyə tələsməyən, ikinci və ya üçüncü dövlətin nümayəndəsi olan hansısa miqrantın qəfildən yoxa çıxması ilə bağlı dərhal onun axtarışlarına başlanılması ehtimalı daha az idi. Bu halda isə gözlədiyinin əksinə olaraq bir məqama çıxmaq şərti ilə hər şey yaxşı kimi getmişdi. Uşaq kimi sadəlöv olan 17 yaşlı qızı aldatmaq asandan da asan olmuşdu və 2 gün sonra hər şey həll edilmişdi. Hətta sonradan şişmanı tərifləmişdi də və şişmanın tezliklə son sifarişə görə qanararından başqa əlavə 20.000-ə sahib olacağı ilə bağlı sevincinə bu tərifdən sonra bir qədər də qürur hissi qarışmışdı. O bir anlıq özünü dahi bir insan, cinayətkar dəstənin müthiş planlar cızan beyni kimi hiss etmişdi. İndi yalnız əməliyyat qabağı zəruri olan və həkimin yalnız özünə məlum olan bəzi prosedurları edəndən sonra sifarişi tamamlamaq olardı. Qız 2-ci gün idi ki, gətirilmişdi. Həkim sabah da zəruri dərmanları yemək və şirələrin içində verməyi tapşırıb, həmişəki kimi gecə saatlarında əməliyyata başlayacağını bildirmişdi. Əməliyyat zamanı bunkerə birinci yaxud sonuncu gətirilmiş insanın əməliyyat masasına uzadılması heç bir rol oynamırdı. Əvvəla qurban sayından asılı olaraq bir neçə saata işini yekunlaşdıran həkim üçün kimin birinci, kimin sonuncu olacağı önəmli deyildi.
İkincisi isə daxili orqanların bədəndən ayrılandan sonra ünvana çatdırılanadək lazımi keyfiyyətini saxlaması üçün gizli laboratoriyaya gətirilən insanlara verilmiş son dərəcə bahalı dərmanlar uzun müddət təsirini saxlayırdı. Ona görə də sonradan yola və digər proseslərə sərf olunan vaxt da nəzərə alınarsa, sifarişçinin adamına çatdırılan orqanlar zəruri zaman kəsiyində keyfiyyətini saxlayırdı. Bu müddətin içərisində qalan günlər isə orqanların cərrahi üsulla xəstələrin bədəninə köçürülməsi üçün lazım olan vaxt idi. Bu vaxt itkisi olmazsa, kəsilmiş daxili orqanlar bütün tələblərə cavab verirdi. Bəli, bir-iki gündə dözüm, hər şey bitəndən sonra Həsən ağaya deyib çıxıb gedəcəyim Rusiyaya. Biraz dincəlmək lazımdır. Bu xəyallarla şişman həyət qapısının cəftəsini bir daha yoxladıqdan sonra evə keçərək səhər o başdan oyanmaq üçün soyunub yatağına uzandı. Müəllim yanına gələn uşaqlardan birinin adı Ləman, o birisinin Tərlan idi. Yaxşı ki, onlar eyni sinifdə oxumaqla yanaşı həm də qonşu idilər və hər ikisi ilə birlikdə söhbət etmək daha çox məlumat toplamağıma kömək edə bilərdi. Onlarla Ləmangilin evində hər ikisinin valideyninin iştirakı ilə görüşdüm. Ləmangilin mənzili 5-ci mərtəbədə idi. Olduqca səmimi olan bu ailə Nərminin itməsindən çox narahat olmuş, məmnuniyyətlə söhbət etməyə razılıq vermişdilər. Söhbətə ev sahibi kimi Ləmanın atası başladı. Bəxtiyar müəllim, Nərmini tanımasaq da, uşaqlardan onun başına gələnləri eşitmişik. Nərmin də bizim bir balamızdır. Buyurun, sizi nə maraqlandırırsa soruşun, uşaqlar cavablandırsın. Tahir müəllim evladlarınız haqqında çox gözəl sözlər dedi. Maşallah, ikisi də çalışqan, nümunəvi şagirdlərdir. Bu qarşımda oturub diqqətlə mənə baxan, sakit görünsələr də daxilən həyəcan keçirdikləri hiss olunan yeniyetmələri sakitləşdirmək və onlarda özümə qarşı mərhəmətlik hissi yaratmaq üçün edilən bir gediş idi. Bir dəfə polis əməkdaşları ilə görüşərək sualları cavablandıran bu uşaqlar, indi təkrarən onları sorğu-sual etməyi özlərinə qarşı inamsızlıq kimi qəbul edər, özlərinə qapanaraq və nəticədə hansısa mənə lazım ola biləcək ən vacib xırdalıqları unuda bilərdilər. Uşaqlar təvəzzökarlıqla başlarını aşağı dikdilər. Başlarını qaldıranda hər ikisinin çöhrəsində yaranmış məmnunluq ifadəsi söhbətə başlamaq üçün bir işarə idi. İndi suallara başlamaq olardı. Artıq psixikaları hələ tam formalaşmamış bu yeniyetmələrlə aramızda psixoloji kontaktın yarandığına əmin idim. Uşaqlar, bilirəm ki, polis əməkdaşları sizinlə görüşüb və bildiklərinizi onlara danışmısınız. Ancaq mənim sizə verəcəyim suallar bir qədər fərqli olacaq. Ona görə də suallarım ətrafında bir qədər fikirləşib, sonra nə isə xatırlayırsınızsa deyin. Xatırlamasanız, bilmirəm söyləyin. Buyurun Bəxtiyar müəllim, biz hazırıq. Tərlan hər ikisinin yerinə cavab verdi. Həmin gün məşğələ saat neçədə yekunlaşdı? Saat 8-ə 10 dəqiqə qalmış. Bunu necə xatırladın? Həmin gün axşam saat 8-də Neftçi və Qarabağ qarşılaşması var idi və fikirləşdim ki, məşğələdən sonra birinci hissənin sonlarına evə çataram. Ancaq tez çıxdığımıza görə mən evə çatanda oyun cəmi 35 dəqiqə idi ki, başlamışdı. Mən isə məşğələdən evə adətən 45 dəqiqəyə çatıram. Tərlanın cavabı Tahir müəllimin dediklərini təsdiqləyirdi. Yaxşı, afərin. İndi yadınıza salın görüm. Tahir müəllimin evindən çıxanda ətrafda nə isə qəribə, həmişə görməyə öyrəşmədiyiniz bir şey görmədiniz ki, məsələn, qapıda dayanmış, içində adamlar olan maşın və ya səbəbsiz yerə yaxınlıqda var-gəl edən kimsə. Uşaqlar fikrə getdilər. Birinci Ləman dilləndi. Elə bir şey görməmişəm, ancaq bir qədər aralıda üst-başı yaman gündə olan, üzünü saqqal basmış bir kişinin diləndiyini xatırlayıram. O, bizə tərəf baxanda tez üzümü çevirdim ki, yaxınlaşım nəsə istəməsin. Üzr istəyirəm, ancaq ona elə uzaqdan gözüm sataşanda ürəyim bulandı. Aranızda neçə metr məsafə olardı? Təxminən 15 metr. Diləncini mən də gördüm, ancaq başqa nəsə xatırlaya bilmirəm. Tərlan da söhbətə müdaxilə etdi. Onun dilənci olduğunu nədən bildiniz? Üst başından Ləman sifətini turşutdu.
Boyu və yaşını xatırlamırsınızmı? Boyu bəstə idi. 1,60-dan çox olmazdı, amma yaşını deyə bilmərəm. Siz gedəndə hələ də orada dayanmışdı, yoxsa uzaqlaşmışdı? Bunu xatırlamıram, daha onun tərəfə baxmadım, Ləman dedi. Mən də fikir vermədim, Tərlan da əlavə etdi. Tahir müəllim sizinlə küçə qapısına qədər çıxmışdımı? Bu müəllimə olan inamsızlığımdan yox, hər şeyi dəqiqləşdirmək vərdişimdən irəli gələn bir sual idi. Xeyr, müəllimlə həmişə evdə sağollaşıb çıxırıq. Bəs olubmu ki, məşğələyə gələndə küçə qapısı içəridən bağlı olsun, qapını döyəndən sonra Tahir müəllim gəlib çıxsın? Xeyr, küçə qapısı həmişə açıq olur. Məşğələ vaxtı cib telefonlarınızı söndürürsünüzmü? Əvvəl səssiz rejimə qoyurduq. Sonra bunun dərsimizə mane olduğunu görəndə müəllim söndürməyimizi tələb etdi. Nərminin də söndürdüyünə əminsinizmi? Əlbəttə, dərs masasının arxasına keçəndə ilk etdiyimiz şey telefonları söndürmək olur. Bu barədə valideynlərimizi də xəbərdar etmişik. Zəng çalmasın, narahat olmasınlar. Valideynlər təsdiq işarəsi olaraq başlarını yellədilər. Hə, həmin günü hətta Nərmin telefonunu söndürərkən neysə yadına düşdü. Səhv etmirəmsə, kiməsə mesaj yazıb sonra söndürdü. Bu nə ola bilərdi görəsən? Nərminin telefonundan mesaj göndərilmədiyini bilirdim. Ancaq uşaqların bunu bilməsi vacib deyildi. Mesajın göndərilmə siqnalını eşitdinizmi? Xeyr, ancaq söndürməmişdən əvvəl bir neçə saniyə telefonun hansı düymələrini bastı deyə elə düşündük. Bu suala uşaqlar xorla cavab verdilər. Deməli, bu məqamı dəqiq xatırlayırdılar. Bu barədə polis əməkdaşlarına nəsə demişdinizmi? Xeyr, onlar soruşmadı. Bizim də yadımıza düşmədi. Ümumiyyətlə sizin suallarınız onların suallarına heç oxşamır. Ləman bunu deyib bir qədər qızardı. Neçə vaxtdır ki, müəllimin evinə məşğələyə gedirsiniz? Deyin görüm, həmin küçədə çoxmu adam keçir? Elə də yox, Ləman dedi. Adam az keçir, hərdən bir. Tərlan da onun dediyini təsdiqlədi. Orada yaşayan qonşulardan kimisə tanıyırsınız? Ləman sustu. Təkcə Zabitə xalanı tanıyıram. Sağ tərəfdəki qonşusudur. Bir dəfə məşğələyə gələndə əlində ağır zəmbil olduğunu görüb kömək etdim. Qapılarına çatanda isə məlum oldu ki, Tahir müəllimlə qonşudurlar. Amma onu görəndə çalışıram ki, gözünə görünməyim. Niyə? Təəccüblə soruşdum. Tərlan altdan böyüklərə baxdı. Yaman söyüşçül arvaddır. O gündən də məni nə vaxt görsə, cüvəllağı deyə çağırır ona görə. Otaqdakıların hamısının dodağı qaçdı. Tez-tez görürsən Zabitə xalanı? Tərslikdən demək olar ki, hə. Əsasən məşğələyə gələndə ya qaydanda, ən çox məşğələdən çıxanda. Nərminin yaxın rəfiqəsi var, Nazan. Onu tanıyırsınız? Xeyr, Ləman dedi. Tərlan isə sustu. Görünürdü ki, o da bu adı ilk dəfə eşidirdi. Bu iki qız yaxşı münasibətdə olsalar da onların yaxın rəfiqə olmadıqları bəlli idi. Əks təqdirdə Ləman Nazanı tanıyardı. Uşaqların valideynləri səbirlə suallarının bitməsini gözləyirdilər. Yaxşı uşaqlar, tam bir dəqiqədə fikirləşin. Sualınız, özünüzün yadına düşən nəsə varsa deyin. Yoxdursa bununla da yekunlaşdıraq. Mobil telefonumu çıxarıb saatıma baxdım. Uşaqlar daha heç nə xatırlamırdılar. Əgər nə isə bir sual yaransa, yenə də sizi narahat edə bilərəmmi? Deyib valideynlərə müraciət etdim. Əlbəttə, istənilən vaxt, lap gecə yarısı olsun. Bilirsiniz, dilimizə gətirməsək də hamımız dərk edirik ki, bu hadisə bizim uşaqların da başına gələ bilərdi. Allah qorusun. Nə yaxşı ki, asayişimizin keşiyində duran, həyatını cinayətkarlarla mübarizəyə həsr edən sizin kimi insanlar var. Bu yolun necə çətin bir yol olduğunu mən bilirəm. Həmişə qapımız üzünüzə açıqdır, Bəxtiyar müəllim. Tərlanın atası qəhərləndi. Ayağa qalxıb hamı ilə sağollaşdım. Qapıya yaxınlaşıb ayaqqabılarımı geyinmək üçün əyildim. Birdən bayaq oturduğum otaqdan Ləmanın anasının dediyi sözlər qulağıma çatdı. Allah özü uşağın köməyi olsun. Həmin gün çox pis gün idi. Elə bizimkiləri də az qalıbmış yük maşını vursun evə gələndə. Bir daha məni ötürməyə çıxan kişilərlə sağollaşıb mənzildən çıxdım.
Liftin düyməsini basdım. Köhnə 9 mərtəbəli binanın lifti piyadaların döyüş maşınından da bərk səslər çıxardaraq dayandığım mərtəbəyə qalxmağa başladı. Saat onun yarısı idi. Layiqə yəqin ki, ofisi bağlayıb getmiş olardı. Qoy dincəlsin, sabahı işi çox olacaq, deyə eyni gürültü ilə aşağı düşən liftdə fikirləşdim. Binadan çıxıb taksiyə əyləşdim və ünvanı dedim. İndi də əgər gec olduğuna görə valideynləri etiraz etməzsə, Nazanla söhbət etmək istərdim. 25 dəqiqə sonra Nazanın yaşadığı mənzilin qarşısında idim. Zəngin düyməsini basdım. Qapını açan təxminən 45 yaşlarında olan bir kişi, "Buyurun, kim lazımdır?" deyə soruşdu. Mən 2 gün əvvəl itkin düşmüş Nərmin İsmailzadənin axtarışlarını həyata keçirən dedektiv Bəxtiyar Nəzərliyəm. Siz yəqin ki, Nazanın atasısınız. Məsələ o qədər təcilidir ki, sabahı gözləyə bilmədim. Söhbət Nərminin həyatından gedir. Etiraz etmirsinizsə, qızınızla bir qədər söhbət etmək istərdim. Bu sözləri eşidən Nazanın atası tez qapıdan çəkilib məni içəri dəvət etdi. Buyurun, əlbəttə, Nazan 2 gündür ki, özünə yer tapa bilmir. Anası ona yemək də yedizdirə bilmir, ancaq ağlayır. Səsimizi eşidən Nazan içəri keçməyimi gözləməyib dəhlizə çıxdı. Həqiqətən də ağlamaqdan gözləri şişmişdi. Əmi, Nərmindən bir xəbər var? Hələlik yoxdur qızım, ancaq bəzi şeyləri öyrənə bilmişəm. İndi sənin də tam özünü toparlayıb mənim bəzi suallarıma cavab verməyini istəyirəm. Nazanı aldatmağın mənası yox idi. Böyük qız idi və vəziyyətin ciddiliyini onsuz da gözəl başa düşürdü. Buyurun, əmi, nə lazımdırsa soruşun. Təki Nərmin tez tapılsın. O mənim rəfiqəm yox, bacımdır. Heç bilmirəm, ona bir şey olsa mən nə eləyərəm? Görünürdü ki, Nazan da Nərmin kimi şən və güləriz bir qədər də dilli dilavər qız idi. Ancaq rəfiqəsinin yoxa çıxması ona o qədər təsir etmişdi ki, çöhrəsində kədərdən başqa bir ifadə görmək mümkün deyildi. Keçib divanda oturdum. Nazan da yanımda oturduğu üçün bir qədər ona tərəf çönüb ilk sualımı verdim. Çox yaxın rəfiqə olduğunuzu bilirdim. Nərminə görə keçirdiyin halları görəndən sonra necə yaxın olduğunuzu daha da yaxşı anladım. Əgər belədirsə, demək həm də yaxın sirdaşsınız. Deyə bilərsənmi, bəlkə Nərminin elə bir sirri var ki, onu yalnız sənə açıb və sən də onu heç kimə deməmisən. Söz vermisən. Belə bir şey varsa, mütləq mənə deyib bildirə bilərsən. Bu dəqiqə rəfiqənin tapılması üçün ən kiçik, sənə əhəmiyyətsiz görünən bir məlumat da böyük rol oynaya bilər. Nazan diqqətlə gözlərimin içinə baxdı. Sanki mənə inanıb inanmayacağına qərar verirdi. Sonra nəzərlərini masanın kənarında oturmuş valideynlərinə tikib bir anlıq susdu və tez baxışlarını yayındırdı. Nazanın atası Arif adam idi. Üzünü mənə tutub, Bəxtiyar müəllim, bizi üzürlü sayın. Mənim biraz işlərim var. Yoldaşım da indi sizə bir yaxşı çay dəmləyib gətirər. Mətbəxə keçərik, siz rahat söhbət edərsiniz, dedi. Təklikdə qaldığımızı görən Nazan dərhal danışmağa başladı. Bilirsiniz, Nərminin sevdiyi bir oğlan var. Sinif yoldaşımızdır. Adı Rüfətdir. Bu sirri məndən başqa heç kim bilmir. Rüfət də Nərmini çox sevir. Onlar görüşürlər. Yox, nə danışırsınız? Ancaq məktəbdə bir-birlərini görürlər. Rüfət də utancaq oğlandır. Düzdür, bir dəfə Nərmini gəzməyə dəvət etmək istəmişdi. Ancaq Nərmin razı olmadı və dedi ki, belə şeyləri unut. Babamın icazəsi olmadan evdən çıxa bilmərəm. Səninlə görüşməyə isə icazə verməz. Heç bunu ona deyə də bilmərəm. O vaxtdan Rüfət daha o söhbətin üstünə gəlmir. Yaxşı, de görüm elə bir şey varmı ki, Nərmin son vaxtlar ancaq onun haqqında düşünsün, tez-tez o şey haqqında danışsın və ya nəysə onu narahat etsin? Nərminin tək fikri, zikri oxumaq və instituta qəbul olmaqdır. Bundan başqa onu heç nə maraqlandırmır. Nazan, indi verəcəyim suala cavab verməyə tələsmə. Fikirləş və deyə. Bir anlıq təsəvvür et ki, kimsə Nərminin tanıdığı və yaxud bəlkə də təsadüfən tanış olub bir dəfə gördüyü və yaxud heç tanımadığı birisi.
Hansısa məkirli niyyətini həyata keçirmək üçün onu aldadaraq harasa, deyək ki, niyyətini həyata keçirmək üçün özünə münasib olan bir yerə çağırmaq və ya gətirmək istəyir. Bu halda Nərmini nə ilə maraqlandırmaq olardı ki, o nənəsinə və babasına deməmiş həmin yerə getsin? Nərminin rəfiqəsi fikrə getdi. Bilirsiniz, Bəxtiyar əmi, ağlıma elə bir şey gəlmir. Bayaq dediyim kimi, Nərmini dərsdən başqa heç nə maraqlandırmayıb, heç vaxt. Hətta zarafatca ona deyirdim ki, vaxtından tez qocalmısan. O bütün fənlərdən həmişə yüksək qiymət alıb. Ancaq ən çox sevdiyi ədəbiyyatdır. Olsa onu kitabla maraqlandırmaq olar. Hə, qabusnaməni çox oxumaq istəyirdi. Hətta pul da yığmışdı ki, o kitabı alsın. Ancaq həmişə gileylənirdi ki, satışda yoxdur, heç yerdə də tapa bilmir. O, kitab üçün harasa və ya kiməsə müraciət etmişdimi? Deyə bilmərəm. Eləcə deyirdi ki, heç yerdə tapa bilmirəm. Bu çox vacib məlumat idi. Onu saf-çürük etmək üçün isə hələ tələsmirdim. Nəzərdə tutduğum bütün adamlarla görüşüb danışmamış, fikirlərimi bir ipə düzməyi sevmirdim. Hələ Tərlana cüvallağı deyən o zabitə arvad qalırdı. Tahir müəllimin qonşusu, indi də Rüfət adlı birinin olduğunu öyrəndim. Birdən Nazan əlini əlimin üstünə qoyub soruşdu. Bəxtiyar əmi, siz Nərmini tapacaqsınız? Tapacağam qızım, mütləq tapacağam. Bu, rəfiqəsini doğma bacısı kimi çox istəyən qızın gözlərində elə bir yalvarış var idi ki, Nərmini tapacağıma bir daha özümə söz verdim. Bax elə rəfiqəsi üçün ağlamaqdan gözləri şişmiş bu qıza görə, nakam itirdikləri övladlarının balasının boğazlarından kəsib böyüdüb gözəl tərbiyə verən, imkansızlıqdan ofisimə utana gəlmiş 2 təqaüdçü qocaya görə, şagirlərini öz balaları kimi sevən Tahir müəllimə görə, tanımadıqları Nərmin üçün öz balaları qədər həyəcan keçirən Ləman və Tərlanın valideynlərinə görə, yenicə baş qaldıran arzularına görə səni, Nərmin, sənə və səni sevən insanlara görə səni tapacağam. Nazanın anası ehtiyatla qapını açdı. Bağışlayın, çayları qoyub gedirəm. Nazan tez durub çayları anasından aldı. Masanın üstünə düzüb dedi. Yaxın gəlin, Bəxtiyar əmi, şirniyyatla çay içək. Qızın əhvalındakı dəyişikliyi görən ana təəccüb qarışıq minnətdarlıq hissi ilə mənə baxdı. Tez otaqdan çıxıb həyat yoldaşı ilə birlikdə qayıtdı. Hər iki valideyn sakitcə durub qızlarına baxırdılar. Buyurun, siz də əyləşin, biz artıq söhbətimizi bitirmişik. Şirniyyatla çay doğrudan da yerinə düşmüşdü. Yadıma düşdü ki, yenə də səhər yediyimin üstündəyəm. Ləmangildə içdiyim çayı və günorta çırtladığım tumu hesaba almasan. Güllü bilsə yəqin ki, ən azı yarım saat məni danlayardı. Ancaq kim idi indi Güllüyə deyən? Məni ötürməyə çıxan Nazanın atası qapını çöl tərəfdən örtəndən sonra asta səslə soruşdu. Bəxtiyar müəllim, siz Nazana nə dediniz ki, onun əhvalı belə dəyişdi? Axı 2 gündür ona heç bir söz təsir etmir. Boğazından sudan başqa heç nə keçmirdi. Mən son 2 gündə rəfiqəsinin tapılacağına itirdiyi ümidini ona qaytardım. Çalışın uşağınızın tək valideyni yox, həm də dostu olun, sağ olun. Binanın tinindən burulub yola tərəf addımladım. Heyf ki, zabitə arvadla görüşmək üçün çox gec idi. Saat 12-yə işləyirdi. Təsəvvür edirəm, indi onun qapısını döyərəmsə, mənə hansı söyüşlərlə qarşılayardı, öz-özümə gülümsədim. Yaxınlıqdakı metro stansiyasını görüb taksiyə minmək fikrindən daşındım. Onsuz da ofisə gedəcəkdim. Nizami metrosuna cəmi 2 stansiya var idi. Qapılar bağlanılır. Növbəti stansiya Nizami. Bir stansiyaya geridə qalmışdı. Təkəmseyrek adamlar olan vaqonlarda bir orta yaşlı kişi mürgüləyir, 2 gənc yan-yana oturaraq bir-birinin qulağına nə isə deyib gülüşürdülər. Uzaq oturacaqda gözündə eynək olan yaşlı bir qadın kitab oxuyurdu. Kitab. Görəsən bu kitab məsələsi Nərminin işində ipucu olacaqmı? Yoxsa elə əhəmiyyətli olmayan bir məlumatdır? Bunu topladığım bütün faktları təhlil edəndən sonra biləcəkdim. Hələ Rüfət məsələsini də aydınlaşdırmalıydım. Qatar Nizami stansiyasında dayandı.
Dahi rəssamımız Mikayıl Abdullayevin mozaika ilə yığdığı dünya şöhrətli şairimiz Şeyx Nizami Gəncəvinin xəmsəsini əks etdirən mozaik rəsmlərin yanından keçəndə yenə də gözüm alimlərə sataşdı. Yolumuz bu metro stansiyasına düşsə, mütləq indi söylədiklərimə fikir verin. Bir dahinin sözlərini başqa bir dahi necə də gözəl rəsm əsərinə çevirmişdi. Rəsmdə əks olunan alimlərdən ən cavanı başını vüqarla qaldıraraq dik tutmuş, ən yaşlısı isə nəzərlərini yerə dikmişdi. Qalan alimlərin baxışları isə yaşlarına uyğun olaraq aşağı yönəli şəkildə idi. Yuxarı yox, məhz aşağı. Yaşa dolduqca həyat təcrübəsinə, oxuduqca isə elmə yiyələnən insanın Allahın böyüklüyünü, özünün isə kiçikliyini dərk etdikdən sonra bu böyüklük qarşısında baş əyməsinə işarədir bu sənət əsəri. Ofisə girib işıqları yandırmadan keçib kresloma əyləşdim. Tahir müəllimin qonşuları ilə onsuz da söhbət edəcəkdim. Elə qapı bir qonşu və uşaqları tanıyan biri kimi zabiti arvaddan başlamağı planlaşdırırdım səhərə. Onu və Rüfəti görmədən bütün fikirlərimi uzlaşdıra bilməyəcəkdim. Bununla belə təhlil etməli xeyli məlumat toplamışdım. Cib telefonumu çıxardıb Layiqəyə mesaj yolladım. Sabah işimiz çox olacaq. Variant nömrə 1. Sonra isə həmişə fikirləşəndə olduğu kimi ayaqlarımı masanın üstünə uzadıb gözlərimi tavana bir nöqtəyə zillədim. Həsənağa gördüyü yuxunun dəhşətindən diksinib oyandı. Qalxıb yerinin içində oturdu. Bir anlıq hələ də yuxuda, ya oyaq olmasını anlaya bilmədi. Çönüb yanında yatmış həyat yoldaşına baxdı. Yorğan sol böyrü üstə yatan yoldaşının üstündən sürüşmüşdü. Əynindəki qırmızı ipək gecə köynəyi yuxarı yığılmış, iri arxasını o qədər də örtməyən qara tumanı, dolu ağ budularını çöldə qoymuşdu. Həsənağa həyat yoldaşını çox sevirdi. Ancaq ayrı vaxt onu coşdura biləcək bu mənzərə indi halına heç təfəvvüt etmədi. Hətta bir anlıq onun belə şirin-şirin yatmasına paxıllığı da tutdu. Təbiətcə dəladuz olan və elə həmin maddə ilə 2 dəfə həbsxana həyatı yaşayan Həsənağa şişmandan çox-çox əvvəl sivriburunlu ilə tanış olmuşdu. Ancaq o da şişman kimi bu tanışlığın sonunda insan ölümündə iştirakına gətirib çıxaracağını düşünməmişdi. Özü də bir nəfərin yox. Yuxuda əvvəlcə ustaları görmüşdü. Zəhərləyərək öldürdükdən sonra onları bastırdığı quyudan əllərini uzadır, ayaqlarından tutub onu quyuya çəkməyə çalışırdılar. Həsənağa sanki yerə mıxlanmış kimi quyudan aralaşa, geriyə bir addım ata bilmir. Öldürdüyü adamların əllərinin soyuq təmasını ayaqlarında hiss etdikcə qorxudan bədəni uçunur, qışqırmaq istəsə də səsi çıxmırdı. Sonra isə birdən-birə ətrafda hər şey dəyişmişdi. Görmüşdü ki, özünə məxsus bağ evində gecənin qaranlığında, bağın ortasında tək dayanıb. Üzüm talvarına bərkidilmiş elektrik lampası küləyin təsirindən yelləndikcə, ışığı bağın küncündə yarıya qədər torpaqdan çıxaraq gözlərini ona dikən kişi meyidlərinin üzərinə düşür. Sonra bu üzlər yenə də qaranlıqda gözlərdən itirlər. Lampanın asıldığı paslı məftilin cırıltısı küləyin səsinə qarışıb beyninə işləyir, onu daha da vahimələndirirdi. Lampanın ışığı növbəti dəfə ölülərin üzünə düşəndə onları gülən gördü. Ölülərdən biri bağın o biri küncündə əvvəlcədən növbəti qurbanlar üçün qazılmış boş, dərin çalanı göstərib qəhqəhə çəkdi. Yox, bu ola bilməz. Axı böyrəyi, qaraciyəri, ürəyi olmayan insanlar necə dirilib? Hələ torpağın altından da çıxıblar. Bu ola bilməz. Axı onların cansız bədənlərini özüm bastırmışam. Fikirlər sürətlə Həsənağanın başında fırlanırdı. Çönüb qaçmaq istəyərək ayaqlarını dizə qədər torpağa batdığını gördü. Torpaq onu özünə çəkirdi. Dəhşətdən əlləri ilə üzünü qapayan Həsənağa bütün bədəni tər içində yuxudan oyanmışdı. Qorxudan boğazı elə qurumuşdu ki, nəfəs almağa çətinlik çəkirdi. Həyat yoldaşını oyatmamaq üçün qalxıb barmaqlarının ucunda mətbəxə keçdi. Stəkana su doldurub bir nəfəsə başına çəkdi. Biraz toxtadığını hiss etdi. Ancaq yuxunun təsirindən çıxmadığı üçün yenə də ustalar yadına düşdü.
Həmin gün əcnəbi həkimin verdiyi dadı olmayan, çox narın toz halında olan zəhəri kafelərin birində sifariş etdiyi kababın üstünə səpərək tikələri hopmasını gözləmiş. Ustalar kababı yedikdən təxminən 10 dəqiqə sonra zəhər təsirini göstərməyə başlamışdı. Eyni vaxtda stullardan yerə çöküb, sancıdan qıvrılan ustalardan biri az əvvəl yediklərini qaytarmağa başlamışdı. Sonra isə hamısı döşəməyə yıxılaraq bir qədər çabaladıqdan sonra canlarını tapşırmışdılar. Cib telefonlarını götürərək ustaların hələ soyunmamış bədənlərini bir-bir sürüyüb quyuya atmış, üstlərinə tökdüyü torpağı yaxşı-yaxşı tapdadıqdan sonra həyətdə tikintidən qalan qum, siment və cıngıldan beton hazırlamış, quyunun üstünə töküb yaymışdı. Sonra isə nömrələrini çıxardaraq telefonları çəkiclə sındırmış, stolun üstündə qalan kababları da götürmüş, evə gedərkən telefon qalıqları ilə birlikdə yol kənarındakı zibil qutulardan birini atmışdı. Həsənağa onun ustaları öldürüb quyuda bastırmasından Şişmanın şübhələnəcəyini başa düşmüşdü. Ancaq bu barədə susmağa üstünlük verib özünü heç nə olmamış kimi aparırdı. Yuxusu qaçmışdı. Sonuncu sifariş haqqında fikirləşirdi. Yaxşı ki, Şişmana demək ağlıma gəldi. Yoxsa bu dördüncü adamı belə tələsik haradan tapacaqdım? Hər şeyi korlana bilərdi. Şişmana afərin, heç inanmazdım ki, belə işlər onun əlindən gələr. Amma gör, məsələni nə tez həll etdi, yoxsa şefə nə cavab verərdim? Əslində o Şişmana vəziyyəti çarəsizlikdən demişdi. Çünki ona elə də bel bağlamırdı. Ancaq gözlədiyinin əksi olaraq o qısa bir vaxtda lazım olan işi görmüş, hətta tapdığı qızın tam sağlam olmasına da zəmanət vermişdi. Bircə bu bir sutka da tez keçsəydi. Həsənağa yataq otağına qayıtdı. Yoldaşı yorğanı üstünə çəkib bürünmüşdü. Çarpayıya uzanıb yavaşca yorğanı qaldırdı və arxası ona tərəf uzanmış arvadını qucaqlayıb özünə sıxdı.